Strukturu müəyyən eləyin, danışaq. Struktur bu cür olsun ki, mən təklif edirəm, bir nəfər məndən danışacaq, ikinci nəfərə icazə verilmir. Debatın şərti budur. Bir nəfər məndən danışsın. Onu aranızda müəyyən edin. Ondan sonra ikinci məsələ debatın yox, bir nəfərlə mən danışacağam qardaş. İkinci nəfər müdaxilə eləsə mən danışmayacağam. Sən meyarı de. İkinci məsələ nöqtə 5 dəqiqə həmin adam danışacaq, 5 dəqiqə mən danışacağam. Bu cürlə davam edəcək ta bəhsimiz qutarana qədər Allahın izni ilə. Zəhmət olmasa meyarı müəyyən eləyin. Mövzumuz vəsiyyət hədisi olacaq da, vəsiyyət hədisi. Meyar nə olacaq? Vəsiyyət hədisi nəyə görə? Nəqlə görə, əqlə görə, bu nəyə əsasən gedəsən? Əqli və nəqli dəlillərlə gedəcək, bəhsimiz eləyəcək inşallah. Əqli və nəqli dəlillərlə. İnşallah eləyərik, qardaş. İndi buradadır, 5 dəqiqədir danışacağıq. Mən isə bizim şərtləri deyirəm. İstəyirsiniz qəbul eləyərsiniz, istəyirsiniz qəbul eləmərsiniz. Biz burada ərəb dilini bilən qardaşlar var, ərəb dilini bilməyən qardaşlar var. Ona görə biz hazırda ərəb dilinə uyğun olan mövzuda ərəb dilini bilən qardaş danışacaq. Ərəb dilindən kənar olanda ərəb dilini bilməyən qardaş da danışacaq. Bizim şərtimiz budur. Və dediyimiz söz budur ki, sizin o 5 dəqiqənizdən bizim 5 dəqiqəmizdə müdaxilə olmayacaq və söhbət çərçivədən qırağa çıxmayacaq. Yəni ərəb dilini bilənlə bilməyən arasında danışıq ki olacaq. O söhbətlər bir-birini zəncirvari şəkildə bağlayacaq. Biri aydan, biri çaydan danışmayacaq. Məsələ budur. Ərəb dilini bilən... Əgər qəbul edirsinizsə, da başlayaq. Eləmirsinizsə yox. Məsələn, ən azı məsələn burada ərəb dilini bilən bizdə qardaşlar Cəlaldır. Mən şəxsən ərəb dilini bilmirəm. Ona görə mən məsələn sizlə danışanda bir ərəb dilində nüansa gələndə mən orada o ərəb dilini bilmədiyim üçün mən sizə orada cavab verməyəcəm. Orada Cəlal cavab verə bilər. Və elə Cəlal danışar, o nöqtələr orada mən cavab verərəm və ya Tural cavab verər. Fərqi yoxdur. Yaxşı. Bizim məsələmiz budur ki, biz bir sözə vurğu vuracağıq, bir sözə işarə vuracağıq. Çünki mən yalandan deməyim, mən ərəb dilini bilirəm, elə nüanslar mən bilmərəm. Ona görə o nöqtələrdə ərəb dili bilənlərdən istifadə olunacaq. Olsun, nə bilməz. Əsas bəhsim onda sənlə olacaq, qardaş. Fərqi yoxdur, qardaş. Mən dedim, sən 5 dəqiqə fikrini deyəsən, qardaş. Biz burada, bax qardaş, bizim... Nizar, bayaqları mən gördüm də, qarğa bazarına döndü bura. Mən o cür bəhs eləmək istəmirəm. Bir nəfər mənlə danışsın. Qardaş, biyaxları biz bu cür şərtlər qoymamışdıq. Hə, indi qoyuruq da, bəs mən də onu İkincisi, əgər biz 5 dəqiqə vaxt qoyuruqsa, sənin 5 dəqiqə heç kəs müdaxilə eləmir. Sən o 5 dəqiqədə danışasan. Digər 5 dəqiqədə sənin danışdığın mövzuya cavab veriləcək və ya biz danışandan sonra sən bizim danışdığımız mövzuya cavab verəsən. Burada bəhsdə, bizim bəhs anlayışımızda, bizim bəhsə yanaşmağımızda kimisə sındırmaq, kimisə səhv eləmək yoxdur. Biz burada şəxslərin söhbətini aparmırıq. Biz burada fikirlərin söhbətini aparırıq. O fikri istəyirsən sən denən, istəyirsən sənin yanındakı desin. Heç bir önəmi yoxdur. Əsas olan fikirdir. O fikrin belə deyim, sarsılması və ya möhkəmlənməsi məsələsidir. Bizim bəhs anlayışımız budur. Qəbul edirsənsə buyur, qardaş. Eləmirsənsə yenə də özün bilərsən, heç bir fərqi yoxdur bizim üçün. Kim danışacaqsa, siz tərəfdən və yaxud da bəndə tərəfindən müdaxilə olunmasın, yaxşı? Bizdən deyim də sənə, qardaş, böyük ehtimalla Cəlal, Tural ya da mən, bu 3 tərəfdən biri gedəcək. Sən də əgər istəyirsənsə, kimisə gətirə bilərsən. O 5 dəqiqə ərzində müdaxilə olmadan. Yəni, sənin üçün də nəyisə axtarmaq, məsələn, hədis deyərsən, yanında bir nəfər olsun, axtarsın, tapsın. Sadəcə o 5 dəqiqə ərzində bir nəfər fikrini bildirəcək. Məsələ budur. Sən də yəni elə bir tanışın varsa, çağıra bilərsən, burada yer verərik ona ki, yəni o demək ki, mən təkəm və ya nəsə başqa bir hal. Əgər varsa, denən biz yer verək qaldırılsın. Və ya istəyirsənsə, bu hazırda bizə 217 nəfər baxır, onlardan kimisə istəyirsən qaldıra bilərik yuxarı. Qoşulan qardaşlar var, aralarında tələbə qardaşlardan da var. Hal-hazırda yazır mənə ki, qaldırsınlar məni yuxarı, amma səhifəsinin adını... Tamam, qaldıraq. Bir nəfərə zəhmət olmasa, bir nəfər yer versin. Adını da deyirsiniz. Muxtar Nardaran, zəhmət olmasa, qardaş, sən getmə yararı müəyyən elə, sonra gələrsən. Biz sözümüzü açıq deyirik, qardaşla da şərtimizi kəsirik, razılaşırıq. Zəhmət olmasa müdaxilə eləmə. Orada Coşqun Həmidov olmalıdır, istəyətdir, baxın. Tamam, Coşqun Həmidovu qaldırın.
Ola bilər nəysə indi unutqanlıq olar, zehnimdən çıxar qardaş mən. Heç bir qardaş problem yoxdur. Biz zaten onu deyirik. İstəyirsən başqa bir nəfər də çıxart. Yox, ehtiyac yoxdur. Bir nəfər də var. Elə qərar budur ki, mən tək çıxam. Sadəcə budur ki, o 5 dəqiqə ərzində biz sizi dinləyəcəyik, siz bizi və sadəcə də paralel inanıram ki, bir-biri ilə bağlı olan mövzular davam eləyəcək. Söhbətdə vəsiyyət hədisidir, düzdürmü? Başqa bir şey desəz onu da deyə vəsiyyətdən kənara bilərsiniz. çıxmayacaq qardaş. Ancaq vəsiyyət bəhsini eləyəcək Allahın izni. Yaxşı? Tamam. Tamam. Hə, qardaş gəldi, qoşuldu bura. Salam aleykum qardaş, axşamınız xeyir olsun. Bir də bir nöqtədə mən vurğu eləyim inşallah. Anar qardaş, yəni istəsəz timer məsələsinə riayət eləyər, fərqi yoxdur, özünüz də nəzarət eləyə Bir də zəhmət olmasa, yerdə qalan kəslər ki var, aşağı düşə bilərlər. Anar, zəhmət olmasa aşağı sal ki, gözlə qarışmasın. Bəli, özün də nəzarət elə ki, aşağıda olmasın. Bir də anar, zəhmət olmasa o timer 5 dəqiqə mövzusu. İndi məsələn xəbərdarlıq elə ki, yəni insan danışanda kontekst itir. Əlbəttə unudursan. Çünki fokuslanırsan mövzuya. Debatın müzakirənin qaydalarından biridir ki, bir 30 saniyəyə 1 dəqiqə qalmış, xatırlat ki, şeyə girməyək. Yəni itirməyək mövzunu. Yaxşı, zəhmət olmasa. Tamam, buyur qardaş, başla. Nicat qardaş, mən təklif edirəm ki, söhbəti sərgəli aparaq. Bunun üçün də təklifim budur ki, siz bu barədə iddianızı, elə ilk 5 dəqiqəni siz açılış eləyin, siz iddia edən tərəfsiz də. Qulaq asan qardaşlarımız da, bacılarımız da eşitsin sizin iddialarınızı, nəyə əsaslanırsınız, hansı meyarla hədisi qəbul edirsiniz və s. İddialarınızı da ümumiyyətlə nə iddialar ki var. Bizim iddialarımızı biz... İndi ola bilər bura təzə qoşulanlar var, mövzunu heç bilmirlər də. Mən birdən-birə... Ola bilər davam eləyəndə də ortadan qoşulan olacaq. Hər dəfə saxlayıb biz iddiaları bəlli eləməyəcək. Bizim iddiamızı siz bilirsiniz, düzdürmü? Aha. Mən bilirəm, Bilirsinizsə, bəli, bu bizim üçün kifayətdir. Coşqun qardaş da bilirsə, bu bizim üçün kifayətdir. Aha. Bismillahirrahmanirrahim. Qardaş, vaxtı zəhmət olmasa sayın, mən danışım. Bəli. Allahın izni. 07-də belə deyək, 5 dəqiqə sonra da xəbərdarlıq eləyəcəm. Buyurun. Bismillahirrahmanirrahim. Deməli, qardaşlar, siz iddia edirsiniz ki, Peyğəmbərimiz vəfat gecəsi vəsiyyət hədisi yazıb. Bu hədisi də gətirib Şeyx Tusi Əl-Qeybə kitabında, düzdür? 111-ci hədisdir, səhv eləmirəmsə. Lap dəqiq baxın. 111-ci hədis. Mənim bu hədisə həm əqli iradlarım var, məntiqi iradlarım var, həm nəqli iradlarım var. İndi onları bir-bir sizin üçün sadalayacağım Allahın izni ilə. Siz də zəhmət olmasa, əgər imkan varsa, vərəq, ruçka götürün ki, mənim bu sadaladıqlarıma bircə-bircə nizamlı şəkildə cavab verəsiniz. Yəni, elə olmasın ki, məsələn, mən 5 dənə işğal varid eləyəm, siz onun 3-ünə cavab verəsiniz, 2-sinə cavab verməyəsiniz. Bir-bir mən öz əqlim, belə deyək, məntiqi dəlillərimi, işğallarımı varid eləyəcəm. Siz də onlara nizamlı, səliqəli şəkildə cavab verərsiniz. Əgər qane eləsə məni, o söhbətin üstündən keçəcəm başqa bir mövzuya. Yox, əgər qane eləməsə, mən təzdən sualımı başqa bir formada təkrar edəcəm. Yaxşı. Deməli, qardaş, siz vəsiyyət hədisini, birinci sualım budur. Vəsiyyət hədisini nəyə əsasən qəbul edirsiniz? Bir halda ki, bu mətləbin ziddi dəfələrlə digər hədislərdə qeyd olunub. Bir dənə hədisdir ki, Şeyx Tusi Əl-Qeybə kitabında bunu gətirib. Hansı ki, digər onlarla hədislərimiz var ki, Peyğəmbərimizdən mənim 12 dənə xəlifəm olacaq və yaxud da mənim 12 dənə vəsim olacaq. Və bəzi hədislərdə buyurub ki, ta qiyamətə qədər, yəni bu sözdə istifadə olunub. İstəyər bu cür olsun ki, ibarə bu cürdür ki, qiyamətə qədər, məsələn, Qədir-Hum hədisində, istər məsələn bu cür olsun ki, ta Kövsər hövzünə mənə çatana qədər. Bu cürünə ibarələr var ki, məlumdur ki, Kövsər hövzündən də məqsəd elə həmin qiyamətdən sonra baş verəcək də. Məlum olur ki, bu hədislərdən və digər bir çox hədislərdən ki, Peyğəmbərimiz özündən sonra 12 dənə xəlifə
və 12 dənə vəsi və 12 dənə höccət qərar verir ta qiyamətə qədər. İndi mənim sualım budur ki, siz bu hədisi nəyə əsasən qəbul edirsiniz? Bir halda ki, bunun ziddləri var da, müxalif hədislər var buna qarşı. Abdullah Haşimin özünü siz bu hədisə görəmi qəbul edirsiniz? Yoxsa hədisi Abdullah Haşimə görə qəbul edirsiniz? Diqqət edin, incə bir dənə nöqtədir. Hədisi Abdullah Haşimə görə qəbul edirsiniz? Yoxsa Abdullah Haşimi hədisə görə qəbul edirsiniz? Siz desəz ki, əgər hədisi Abdullah Haşimə görə qəbul edirik, burada dövr yaranır. Məsələn, 1 2-ni yaradıb, 2 3-ü yaradıb, 3 də iddia edir ki, biri ilə mən yaratmışam. Hədis deyir ki, 12 Məhdi olacaq, 12 Məhdidən ikincisi çıxıb deyir ki, 12-ci Məhdi mənəm. Sual olunur ki, nəyə əsasən deyirsən, təzədən hədisə qayıdır. Hədis bəs nəyə əsasən səhihdir? Deyir ki, onu mən deyirəm, çünki mən Allahın hüccətiyəm. Burada dövr yaranır və bütün dünya məntiqində, fəlsəfəsində dövr deyilən bir şey batildir. Və yaxud da deməlisiniz ki, xeyr, Abdullah Haşimi biz hədisə görə qəbul edirik. Onda bir dənə belə bir sual çıxır. Hansı əsasla siz hədisin özünü o cürünə, həmin o mətndə ki, gəlir 12 Məhdi və ondan sonra da 12 imam, ondan sonra da 12 Məhdi, hansı, yəni əqlimi, nəqlimi, dəlillərlə siz bu hədisi olduğu kimi qəbul edirsiniz? Bir halda ki, bu hədisin onlarla mən qeydiyyat aparmışam burada, istəyir Qeybət-i Numanidən olsun, istəyir Şeyx Səduqdan olsun, Bihar-ül Ənvardan olsun, Misbah-ül Hudadan olsun və s. də, yəni inanın ki, o qədər bu barədə hədislər var ki, yəni vaxtımız çatmaz o hədisləri oxuyub qurtarmağa. Peyğəmbərimiz buyurur ki, mənim 12 dənə xəlifəm olacaq, Allahın 12 höccəti olacaq və mənim 12 vəsim olacaq. Digər bir məsələ, hədisin özü barəsində. Qardaş, 30 saniyə vaxtınız bitir. Aha. Yaxşı, 30 saniyə mən digərlərini çatdıra bilməyəcəm. Qardaş elə bunlara cavab versin, zəhmət olmasa sərgəli şəkildə. Sonra mən davam edeyim. Tamam. Vaxtınız yekunlaşdı. Buyurun qardaşlar. Salam, axşamınız xeyir. Axşam. Abbas qardaşlarını salamlayıram, elə hamını salamlayıram. Aleykümselam. Deməli, mövzuya belə deyək də, ilk giriş üçün qardaş birinci sual qoydu ki, deməli, vəsiyyət hədisinə orada göstərilən 12 Mehdiyə zidd müxalif hədislər var. İlk əvvəl biz bunu təyin eləməliyik ki, müxalif deyiləndə, zidd deyiləndə hansı hədisləri nəzərdə tuturuq? Yəni, ona uyğun dəlillər verməliyik. Bu, bunun bir tərəfi. İkinci tərəfi budur ki, Peyğəmbərdən sonra 12 imamın, 12 xəlifənin, 12 höccətin olmağını biz də qəbul edirik. Yəni, burada hər hansı bir ziddiyyət yoxdur. Sadəcə sual burada budur ki, Peyğəmbərdən sonra 12 imam, 12 höccət və onlardan sonra 12 Mehdinin olması ilə bağlı. Belə deyək, əgər hədislərə baxsaq, hədislərdə tək vəsiyyət hədisində yox, digər hədislərdə də var ki, 12 imamdan sonra 12 Mehdinin olması ilə bağlı hədis var. Yəni, tək bu hədisdən, belə deyək də, vəsiyyət hədisindən yapışmamışıq. Vəsiyyət hədisi əsas dəlildir, təbii ki. Ancaq qərinə hədis olaraq digər 12 Mehdini təsdiqləyən hədislərimiz var. Bu, bunun ilk tərəfi. Burada sadəcə məsələ nədir? Biz ilk əvvəl bunu müəyyən eləməliyik ki, Peyğəmbər vəfat gecəsi vəsiyyət yazdımı, yoxsa yazmadımı? Əsas sual, yəni belə deyək, qardaş da qeyd eləsin, bizim sualımız da budur ki, vəsiyyət hədisinin mətninə getməzdən əvvəl ilk baxmalıyıq ki, Peyğəmbər vəfat gecəsi vəsiyyət yazdı, yoxsa yox? Bu, məşhur məsələdir, məşhur hadisədir ki, Peyğəmbər qələm və kağız istədi, bir şey yazmaq üçün ki, məndən sonra azmayasınız. Ömər Peyğəmbərə sayaqlayır dedi və Peyğəmbər onları otaqdan qovdu. Yəni, bu hadisə məşhur hadisədir. Burada sual sadəcə budur ki, Peyğəmbər həmin gecə və yaxud da ondan sonraki gecə, vəfat gecəsi ilə bağlı bir vəsiyyət yazdı mı, yazmadı mı? Burada Abbas qardaş məntiq məsələsini dedi, mən də bir məntiqi sual verim.
Əgər peyğəmbər vəsiyyət gecəsi, vəfat gecəsi ki, deyir ki, mən elə bir şey yazacağam ki, məndən sonra azmayasınız, azğınlığa düşməyəsiniz, bu ifadəni işlədib, belə deyək. Hansı ki, məşhur hadisədir bu. Sual budur. Peyğəmbər bunu yazmadısa, demək ki, ümməti azğınlığa, belə deyək, peyğəmbər öz qəzəbinə görə, Ömərə qəzəbləndiyinə görə ümməti azğınlığa buraxdı. Çünki peyğəmbərin belə deyək də həm rəhməti, həm mərhəmətinin necə yüksək olduğunu hər birimiz bilirik. İndi məsələ burdadır ki, peyğəmbər vəfat gecəsi hər hansı bir şey yazdı mı, yazmadı mı? Rast ki, əgər bu ümməti azğınlıqdan qoruyan bir şeydirsə, mütləq yazmalıdır. Bu bunun bir tərəfi. İkinci tərəf, qardaş sual verdi ki, siz Abdullah Haşim əleyhissalamı, yəni ikinci Mehdini hədisə görə mi qəbul edirsiniz, yoxsa belə deyək, hədisi mi Abdullah Haşim əleyhissalama görə qəbul edirik? İlk əvvəl bunu deyək ki, biz höccətliyinin dəlili olaraq ilk əvvəl hədislə tanıyırıq. Hansı ki, biz Abdullah Haşim əleyhissalamın höccət olmağını dəlillə, hansı ki, vəsiyyət hədisi ilə tanımışıq və digər Misiri barəsində, Misir sahibi olması ilə bağlı və Abdullahla bağlı olan digər hədislərdən onun, belə deyək, höccət olduğunu qəbul edirik. Ancaq höccət tanındıqdan sonra, hansı ki, dəlillər əsasında höccət tanındıqdan sonra biz hədisləri Abdullah Haşim əleyhissalama görə tanıyırıq. Yəni, Abdullah Haşim əleyhissalam desə ki, filan hədis doğrudur, höccətliyi, təbii ki, höccətliyi bizə tamam olduqdan sonra. Filan hədis doğrudur, biz deyəcəyik doğrudur. Filan hədis yanlışdır və yaxud da elə bir saxta hədisdir, biz o formada da qəbul edirik. Buyur qardaş, sən davam elə, yəni vaxt şərt deyil. Əsas fikrimizi tamamlayaq, ona uyğun davam edək. Olsun. Bir dəqiqən qalmışdı, Tural, ev yoxdur, qardaş buyursun. Tamam. Qardaşın danışığından suallara bir qısa cavab verim, sonra keçim öz məsələmə, öz iradlarıma. Qardaş sual verir ki, vəsiyyət yazdı ya yazmadı. Əqidəmiz budur ki, Peyğəmbər özündən sonra vəsiyyət yazdı. Bunu mən dəlilini hardan gətirirəm? Şeyx deməli Tusi Əl-Qeybə kitabından yox. Mən bunu gətirirəm Şeyx Numaninin Əl-Qeybə kitabından. Deməli Numani 4-cü babda 11-ci hədisdə buyurur ki, Əli əleyhissalam, Həzrət Əli əleyhissalam, ümumiyyətlə qeyd edim ki, siz ki buyurursunuz ki, bu vəsiyyət hədisi ana hədisdir, amma Həzrət Əli əleyhissalamdan və bu hədisdə qeyd olunandan başqa digər bir yerlərdə nə heç bir imam, nə heç bir səhabə, nə də heç bir alim bu hədislə ehticac eləyib, imaməti isbat eləməyib. Əgər belə mühüm bir hadisə idisə, əgər belə mühüm bir məsələ idisə, hədis idisə, bunu dəfələrlə, necə ki, məsələn, imamlarımız Qədir Xum hadisəsi ilə ehticac edib, öz imamətlərini, vilayətlərini, Peyğəmbərin vəsi olmaqlarını ehticac edib, ispat ediblərsə, bu hədisə də istinad eləyib, ehticac edərdilər. Məsələn, filan imamdan nəql olunardı ki, filan kəslərlə bəhs eləyəndə deyərdi ki, bəs Peyğəmbərin vəsiyyət gecəsi yazdığı vəsiyyətdə belə yazılmışdı, filan besməkan. Yalnız və yalnız bu qədər minlərlə hədisin içində Qeybət-i Numani 4-cü bab 11-ci hədisdə gəlib. Əli əleyhissalam ehticac eləyir. Orada olur təlhə filan besməkan. İmam əleyhissalam özünün imamətini, fəzilətini ehticac eləyir və bu yerə gəlib çatır ki, buna Əli əleyhissalam deyir ki, Peyğəmbərin vəsiyyət yazmağına bu 3 nəfər şahid oldu. Salman Farsi, Əbu Zər və Miqdad. Peyğəmbər qiyamətə qədər itaətləri möminlərə vacib edən hidayət imamlarının adlarını sadaladı. Onların birinci olaraq mənim adımı çəkdi. Sonra bu oğlum Həsənin, ondan sonra da bu oğlum Hüseynin adını çəkdi. Sonra da bu oğlum Hüseynin nəslindən gələn 9 nəfər şəxsin adını çəkdi. Ağa buyurur, elə deyil Əbu Zər? Əbu Zər də təsdiqləyir. Fəqət bu hədisdən məlum olur ki, yəni bu səhih hədisdən məlum olur ki, bəli, Peyğəmbərimiz
vəfat gecəsi vəsiyyət yazır. Amma qardaş sual verir ki, peyğəmbərimiz rəhmət peyğəmbəri idi, ümmətini azğınlığa qoymazdı filan besməkan. İndi mən sual verirəm, məgər peyğəmbər bu gecə vəsiyyəti yazmasaydı ümmətə zülm etmiş olacaqdı? Cavab sadədir, xeyr. Niyə? Çünki peyğəmbərimiz 23 illik fəaliyyətində dəfələrlə öz vəsilərini sayını da bildirib, adlarını da qeyd eləyib. Və dediyim kimi bəzi hədislərdə də ümumiyyətlə deyib ki, qiyamətə qədər olan vəsilərim 12 nəfərdir, adları da budur. Ona görə bu cür demək ki, peyğəmbər əgər yazmasaydı, rəhimsizlik eləmiş olardı, ümmətə zülm eləmiş olardı. Bu düzgün fikir deyil. Peyğəmbərimiz dəfələrlə elan edib, xüsusən də Qədirxum hadisəsi kimi İslam tarixinin ən mühüm hadisəsidir. Vilayəti orada təyin eləyir. Orada imamlarımızın adını çəkir. O hədisi mən sizin üçün oxuyacağam Allahın izni ilə. Nəqli dəlillərimə keçəndə orada oxuyacağam. Ki, orada İmam Zaman ağanın da adını çəkir. İmam Zaman ağadan geniş danışır və sonuncu höccət olmağını orada bildirir. Abbas qardaş, vaxtınız 30 saniyə tamam olur. Siz hədisin bir də nömrəsini deyin. 4-cü bab. 4-cü bab 11-ci hədis Həzrət Əli əleyhissalamdan. Tamam, vaxtınız tamam oldu. Buyurun qardaşlar. Yaxşı. Qardaş, dediyiniz hədisi oxudum mən də, buradadır qarşımda. Deməli, burada belə bir məsələ var. Siz dediyiniz kimi, orada Əli əleyhissalam misal çəkir sahabələrdən. Görün, buradan çıxsam, hədisi oxumayım mən də bir hissə. Tural, istəyirsən biz oxuyaq, sən davam elə. Səsim gəlir? Yox, Tural, sənin səsin gəlmirdi. Çıxırsan deyə hədis oxuyanda səs gəlmir. Onda gəl belə eləyək. Cəlal, görsən hədis oxuya bilirsən eyni anda. Sən şeyə davam elə, olar? Anar, onda belə eləyək. Hədisi oxuyursa, oxu. Tamam. Oxuyuram. Hədis keçir qardaşın qeyd elədiyi kimi, deməli Şeyx Numani, Qeybət-i Numani kitabı Əl-Qeybə 14-cü İstəyirəm, sadəcə hədisi oxuyandan sonra o yəni o 5 dəqiqə söhbəti ləğv olacaq. Çünki istərsəməz çox vaxt gedir hədisə, amma cavab üçün əlavə 5 dəqiqə. Belə eləyək. Hədisi oxuyandan sonra 5 dəqiqə başlasın. Çünki qardaş da həmin hədisi deyir. Hədis olduğu kimi oxuyar. Qardaşın da oxunan hədisin tərcüməsində iradı varsa bildirər. Ondan sonra 5 dəqiqə başlayar. Bəli. Hədisin ərəbini oxumuruq da tərcümə üzərinə gedirik ki, izləyicilərimiz də eşitsin. Əli əleyhissalam Təlhəyə dedi. Ey Təlhə, məgər sən şahid deyilsən ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm bizdən sümük gətirməmizi istədi ki, oraya ümmətin ondan sonra azmayacağı və ixtilaf etməyəcəyi bir şey yazdırsın. O vaxt sənin dostun demədi ki, Allah Rəsulü sayıqlayır. Bundan sonra Allah Rəsulü qəzəblənərək yazmaq fikrindən danışdı. Dedi, bəli, mən şahidəm. Dedi əleyhissalam, elə ki siz çıxıb getdiniz, Allah Rəsulü yazdırmaq istədiyi və cəmaatı şahid tutmaq istədiyi şeyin nə olduğunu mənə dedi. Cəbrail də ona xəbər verib bildirdi ki, Allah Taala bilmişdir ki, bu ümmətin ixtilaf edib parçalanacaq. Sonra bir səhifə istədi və sümük üzərinə yazmaq istədiyi şeyi mənə imla etdi. Buna 3 nəfər şahid oldu. Salman Farsi, Əbazər və Miqdad. Peyğəmbər qiyamətə qədər itaətləri möminlərə vacib edilən hidayət imamlarının adlarını sadaladı. Onların birinci olaraq mənim adımı çəkdi, onlardan birinci olaraq mənim adımı çəkdi. Sonra bu oğlum Həsənin, ondan sonra da bu oğlum Hüseynin adını çəkdi. Sonra da bu oğlum Hüseynin nəslindən gələn 9 nəfər şəxsin adını çəkdi. Elə deyil ey Əbazər. Elə deyil ey Miqdad. Dedilər, Allah Rəsulü sallallahu aleyhi və səlləmin belə etdiyinə şəhadət veririk. Təlhə dedi, Allaha and olsun ki, Allah Rəsulü sallallahu aleyhi və səlləmin Əbuzər barəsində belə dediyini eşitmişəm. Əbuzər qədər doğru danışan və onun qədər salih və yaxşı olan başqa bir insanı nə yer
öz üzərində daşıyıb, nə də səma belə birinə kölgə salıb. Mən şəhadət verirəm ki, bu iki şəxs yalnız haqq olana şəhadət verərlər. Sən isə mənim yanımda onlardan daha doğrucu və daha salih şəxsən. Hədisin son hissəsi. Buyur Tural. Çox sağ ol qardaş. Deməli, burada hədisdə qardaş bu hədisi gətirdiyinə görə bu hədisin üzərindən gedək. Deməli, burada Peyğəmbər əleyhissalam ki, adları sadalayanda, hələ ilk öncə adların sadalanmasını əleyhissalam adını çəkir. Ondan sonra İmam Həsən əleyhissalamın adını deyir və İmam Hüseyn əleyhissalamın adını deyir. Əgər bu vəsiyyət hədisinin mətnin özüdürsə, əleyhissalam gərəkdir ki, bütün imamların adını çəksin. Deyir ki, ondan sonra olacaq 9 belə deyək də höccətin adını çəkmir. Bu məsələnin bir tərəfi. Və qardaşın gətirdiyi hədis vəsiyyət hədisinin həmin gecə yazılan vəsiyyətin dəlilidir. Yəni qardaş özü gətirdi bu hədisi ki, əleyhissalam belə buyurdu. Sahabələr, indi hədisi qardaş oxudu deyə tam girmirəm, təfərrüata. Hədisi gətirdi ki, Peyğəmbər vəfat gecəsi belə bir şey yazmaq istədi və Peyğəmbərə sayaqlayır dedilər və bundan sonra Peyğəmbər bunu imla eləyib. Burada bir ziddiyyət yoxdur, yəni bir vəsiyyət yazılıb. Əgər desək ki, biz deyən hədis, biz gətirdiyimiz vəsiyyət hədisi, hansı ki 12 imam və ondan sonra gələcək 12 Mehdi deyilsə, buna zidd dediyiniz hədisi gətirməlisiniz. Çünki indi sadaladığınız hədis əksinə bizə zidd olan hər hansı bir hədis deyil, bizə müxalif olan hədis deyil, bizdəki olan vəsiyyət hədisini təsdiqləyir. Onu gücləndirir, belə deyək də, ona qərinə dəlil olur. Bunun bir tərəfi. İkinci tərəfi, əgər siz deyən kimi vəsiyyət hədisinin mətni olaraq desək ki, bu mətindir, hansı ki Peyğəmbər əleyhissalama yazdırıb və əleyhissalamdadır həmin vəsiyyət. Həmin vəsiyyətin, əleyhissalamın dediyi vəsiyyətdə sadəcə 3 nəfərin adı var. Əgər siz desəz ki, 12 imamdır, 12 imamdırsa və 12 imamın adı keçən vəsiyyətdirsə, sadəcə burada 3 imamın adı çəkilir. Qalan 9 imamın adı çəkilmir. Biz də bundan bilirik ki, əleyhissalamın haqqında danışdığı hadisə və hədis elə vəsiyyət hədisidir. Hadisə olaraq o hadisədən danışır. Amma mətn olaraq necə ki 9 imamın adını sadalamır, eyni ilə də 12 Mehdinin adını sadalamır. Əgər desək ki, burada belə deyək, əleyhissalam orada 12 Mehdinin adı olduğunu desəydi, 12 Mehdi haqqında danışıldığını desəydi, burada vurğulayardı. Əgər bu iddianı desəz, o zaman biz də belə bir iddia qoyarıq ki, əgər belə deyək, 4-cü imamın, belə deyək, İmam Həsən əleyhissalamdan sonra 4-cü imamın haqqaniyyəti dəlildirsə, o zaman əleyhissalam həmin məsələni deyəndə 4-cü imamın da adını çəkməlidir və ya 9 imamın hər birinin adını çəkməlidir. Sadəcə burada məntiqi yanaşma nədədir? Vəsiyyət hədisi mətni ortadadır. Bu mətn ortada olduğu üçün əleyhissalam oradakı mətnin tam təfərrüatını izah eləmir. Sadəcə 3 şəxsin özünün, İmam Həsən əleyhissalamın və İmam Hüseyn əleyhissalamın adlarını bildirir. Digər 9 imamın adını və 12 Mehdinin haqqında məlumat vermir. Və 9 imamın adını deməmək və 12 Mehdi haqqında məlumat verməməsi onların haqqı olmamasına dəlil deyil. Əgər desəydi ki, bu 3 imamdır və digər 9 imam olmayacaq, bu zaman zidd olar. Və ya desə ki 12 Mehdi, 12 imam olacaq, ondan sonra başqa heç bir kəs gəlməyəcək, heç bir xəlifə vəsi olmayacaq, bu da zidd olmuş olur. Ancaq bura qədər saydığımız məsələdə, yəni bu hədisin özü nəinki müxalif olmaq, bizdə olan vəsiyyət hədisini təsdiqləyən hədisdir. İkinci bir tərəf, qardaş bir məsələni deyir ki, mənim bu zəralətdən qorunma məsələsi ilə bağlı bildirdiyim məsələyə şey bildirir ki, qüsur kimi. Yəni belə deyək, qardaş, biz Peyğəmbərin qüsur edəcəyini və yaxud da insanları azğınlığa buraxsa, bu Peyğəmbərə yaraşmaz dediyimiz öz ağlımızın, öz belə deyək, nəvzübillah, belə deyək, məntiqimizin dəlilidir. Bəs Peyğəmbər deyirsə ki, məndən sonra zəlalətə düşməməyin üçün mən bir şey yazmalıyam. Bunu deyirsə, demək ki, Peyğəmbər əgər bunu yazmasa, bunun əksi var. Əgər məntiqdən danışırsa, bunun əksi nədir? Əgər Peyğəmbər bunu yazmasa,
ümmət zəlalətə düşəcək. Çünki Peyğəmbər deyir ki, mən elə bir şey yazdım ki, məndən sonra azğınlığa düşməyəsiniz və qarşılığında yazmamış olsa, demək ki, bu ümmət azğınlığa düşür. Niyə və Peyğəmbərin zəlalətə düşmək dəlili olaraq bunu bildirdiyi üçün. Tural, vaxtın tamamlandı. Buyurun, Abbas qardaş. Bəli qardaş, mən ilk öncə onu bildirim ki, həmin hədisi mən vəsiyyət hədisi olaraq gətirmədim sizin üçün. Sadəcə onu qeyd elədim ki, bu ana hədis olsaydı, bir çox imamlarımız, səhabələrimiz və alimlərimiz bu hədislə ehticac eləyərdilər, amma eləməyiblər. Şahid olaraq fəqət Əli əleyhissalamı gətirdim ki, burada vəsiyyət hədisinə ehticac eləyir. İkinci məsələ at çəkmək məsələsinə gəlincə, at çəkməməyin mənası o deyil ki, biz imamların tanımayacağı və s. Əgər ona qalsa, birincisi oradakı İmam Həsən, İmam Hüseyn və 9 övlad deyəndə bunu zaten hamı artıq bilir. Nəyə görə? Çünki 23 illik fəaliyyətdə dəfələrlə bu 12 nəfər deyilib və 12 nəfərin adları da qeyd olunub. Ona görə deyəndə ki, Həsən və Hüseynin də 9 oğlu, artıq hamı bilir ki, söhbət kimdən gedir. Bunu bir-bir Əli əleyhissalamın orada təzədən açıqlamağa ehtiyac yox idi. Peyğəmbər bunu dəfələrlə açıb. Əgər elə olsaydı, onda vəsiyyət, sizin gətirdiyiniz vəsiyyət hədisində də 12 imamdan sonra 12 dənə Məhdi gəlir. Bəyəm onların hamısının adını açıqlayıb Peyğəmbərimiz? Xeyr. Həmin hədisdə 12 Məhdinin adı açıqlanmayıb. Bəs onları necə tanıyaq? Yəni, bu düzgün yanaşma deyildi. Hər bir halda. Keçək hədisin özünə, vəsiyyət hədisinin özünə. Siz dediniz ki, biz Abdullah Haşimi hədisə görə qəbul edirik. Bura kimi yaxşı. Bəs yaxşı, hədisin özünü nə əsasən qəbul edirsiniz? Bir halda ki, Hür Amili Əhl-i Beytin fəqihi ləqəbi almış Hür Amili də demişkən, bu müxaliflərin yolu ilə, ora əlavələr etməyi ilə, müdaxilələr etməyi ilə gəlib bizə çatıb. Bu Hür Amilinin, Əhl-i Beytin fəqihi olan Hür Amilinin sözüdür. Və orada bir çox araşdırmaçılar da, böyük alimlər də təsdiq edir ki, bəli, hədisin ravilərində ən azı 4 nəfər problemli adamdır. Bir neçəsi, biri ümumiyyətlə məchuldur, bilinmir kimdir, nəçidir, nəyə qulluq edir, adı sadəcə qeyd olunur. Digərləri də müxalif əqidəli insanlardır, biri ümumiyyətlə kəzzabdır, yalancıdır və böyük ehtimal yaranır ki, bəli, bu hədisə müdaxilə olunub. Və bu hədisi gücləndirən heç bir hədislər də yoxdur. Əksinə, bunu zəiflədən hədislərimiz var ki, İlahi maşallah, mənbələrimiz çoxdur, mütəvatir hədislər ki, Peyğəmbərimiz özündən sonra 12 xəlifə və 12 vəsinin olduğunu bildirir. Digər bir məsələ. Hədisin özünə gələk. Biz xahiş edirəm, mənim dediklərimi yadınızda saxlayın ki, bunlara cavab verəsiniz. Digər bir məsələ. Hədisin özündə bir dənə qardaş ərəbi dedi, bilir də, açsın bir dənə hədisi, 111-ci hədisi, Qeybət-i Tusidə. Orada deməli bu cür nə gəlir? Diqqət edin. Peyğəmbərimiz deyir ki, bunu sənin ölümün yaxınlaşanda, ölümün hazır olanda, nə edərsən? Təhvil verərsən oğluna. Bu minvalla gəlir, çıxır İmam Zaman ağaya. Ərəbidə bu cür gedir. Thumma yakunu min ba'dihi 12 məhdiyyan. Onlardan sonra elə ki 12 dənə imama gəlir, çatır, bir-bir ki, vəsiyyəti ona ver, sənin ölümün çatdı, vəsiyyəti o birisinə versin. Onda ölümü çatdı, o birisinə bir-biri adlarını çəkir ki, filan, gəldi, çatdı 12 imama. 12 imam tamamlandı. Fəzəlike 12 imamən, bu tamamlandı. Sonra nədir? Thumma yakunu min ba'dihi 12 məhdiyyan. Bunlardan sonra 12 dənə Məhdi gələcək. Birinci nöqtə, bu sizin əlinizdə olan 30 saniyə vaxtınız qaldı, qardaş. Sizin əlinizdə olan kitablarda mötərizə içində gəlir və izə həzərəthul vəfat, yəni İmam Zaman ağa işarə edir ki, onun da vəfatı
çatanda vəsiyyəti versin oğluna. Amma bəzi nüsxələrdə, qədim nüsxələrdə və əl yazma nüsxələrdə bu nədir? Mötərizə ümumiyyətlə yoxdur. Tamam. Vaxtım qurtardı da ona Abbas görə qardaş, dayandım. ümumiyyətlə növbəti mövzuya keçildi. Çünki Tural qardaşın suallarına cavab verilmədi. Orada siz gətirdiyiniz qeybət nümayəndə olan hədisdə ki, deyir ki, imla elədi vəsiyyəti. Tural qardaş da sual verir ki, həmin o vəsiyyəti imla elibsə hardadır o vəsiyyət? Sizdə varmı o vəsiyyət alternativ olaraq? Hələ bu vəsiyyətə keçmədən ona bir cavab verin. Görək varmı sizin əlinizdə? Yox, yoxdursa deyin ki, yoxdur, etiraf eləyin. Keçək mövcud vəsiyyətə. Bizim əlimizdə və Peyğəmbərin o gecə yazdığı vəsiyyətlə bağlı heç bir mənbədə, o ki siz bu həmişə hədisi yazırsınız, altında da bir 20 dənə mənbə yazırsınız. O bütün yazdığınız mənbələr, Biharul Ənvar olsun, Misbahul Huda filan besməkan, hamısı qayıdır Şeyx Tusiyə. Fəqət bu hədis gəlib Şeyx Tusidə. İndi bizim bəhsimiz qardaş. Bəli, burdadır ki, sualına net cavab verin, keçək o birisinə. Alternativ vəsiyyət hədisi var. Dedi ki, Əli əleyhissalam deyir ki, imla elədi. Varmı vəsiyyət hədisi? Bəli, mən də onu qeyd edirəm ki, qardaş, heç bir mənbədə vəsiyyət hədisinin orijinalı yoxdur, heç bir mənbədə. Fəqət Şeyx Tusidə gəlib, orada dediyim kimi 4 dənə kəzzab və məchul ravilərin vasitəsilə gəlib çatır. Onlar özür istəyirəm. Buyur. Deməli, qardaş, o vəfat məsələsini mən birinci buna aydınlıq gətireyim. Qardaş da bilsin ki, yəni bizə əqidə olaraq o hədisi necədir. Qardaş, orada olan vəfat məsələsi, vəfat ifadəsi, belə deyək, mötərizə içində deyil. Orijinalında olduğu kimi mötərizədən kənardır. Yəni, elə həqiqətən də orada qeyd olunan vəfat ifadəsi var. Bəli. Bu bunun ilk tərəfi ki, buna aydınlıq gətirək, ondan sonra digər məsələlərə keçək. Deməli, siz ilk əvvəl əsas məsələ, düzdür, biraz şeydən çıxırıq, şəcərədən çıxırıq. Amma mən bunu vurğulayım, ondan sonra keçək əsas məsələyə. Deməli, siz burada bir növ o ravilər barəsində danışırsınız. Bu ravilər məsələsi gərək biz əvvəlcə rical bəhsinin özünü açaq. Yəni, rical mövzusu, yəni ricalın özü hər hansı hədisi qəbul etməkdə və ya inkar etməkdə bizə meyardır, yoxsa yox. Biz ilk əvvəl bunu bilməliyik. Çünki indi qısa keçəcəm bu mövzunu üzərindən. İndi fikir bildirmək istəsəm bildirəsindir. Deməli, rical hədisin, belə deyək də, mətnin özünü yox, belə deyək, ravini araşdırır. Yəni, hər kəs bilsin deyə deyirəm. Deməli, əgər ravinin özünü araşdırırsa, burada bir ravinin doğru və ya yalancı olması, hətta yalancı olsa belə o hədisi inkar etməliyik mənasına gəlmir. Yenə də biz onun mətnini araşdırmalıyıq. İstər ravi doğru danışan olsun, istər belə deyək, yalancı olsun. Fərqi yoxdur. Necə ki, Quran ayəsində Allah buyurur ki, fasik sizə bir xəbər gətirən zaman onu araşdırın. Quran ayəsində bildirdiyi kimi, xəbəri gətirən fasikdir, bu aşkardır. Çünki demir ki, biri sizə xəbər gətirən zaman və yaxud da hər hansı bir şəxs sizə xəbər gətirən zaman burada xəbəri gətirən şəxsin fasik olduğunu vurğulayır və bildirir ki, fasik sizə bir xəbər gətirən zaman onu araşdırın. Biz bunun fasik olduğunu bildiriksə, biz burada nəyi araşdıracaq? Demək ki, mətni araşdıracaq. Yəni, biz ricalla hər hansı bir məsələyə baxmırıq. Çünki rical özü köklü, öz-özlüyündə, belə deyək, heç bir əhl-i beytə gedib çatmayan məsələdir, heç bir məsuma belə deyək, kökü gedib çıxmır. Bu sadəcə alimlərin öz sözüdür. Özlərindən çıxartdıqları bir elmdir. Bu bunun bir tərəfi. İkinci, vəfat ifadəsi qardaşın dediyi kimi, yəni bizdə mötərizə içərisində deyil. Biz bunu mötərizədən kənar qəbul edirik və orada həqiqətən də keçir ki, belə deyək, İmam Zaman əleyhissalamın vəfatından sonra 3 şəxsin adını çəkir ki, bunlar ötürülməlidir. Bir məsələ, mən qardaşda bir dənə qeyd elədiklərimə baxım. Tural, üzr istəyirəm, o sual yəni cavabsız qaldı. Yəni qardaş, sən sual verdin ki, imla elədi Peyğəmbər. O vəsiyyət hədisi, yəni əlimizdə Şeyx Tusinin kitabında olan hədisdən başqa bir hədis var vəsiyyət adindən, yoxsa yoxdur? Suala cavab verdim, Anar. Suala cavab verdim. Ya yox da. Bəli, suala cavab verdim ki, o hədis Şeyx Tusinin Əl-Qeybə kitabından başqa heç bir yerdə yoxdur. Tamam, yəni bundan alternativdə başqa bir vəsiyyət hədisi yoxdur. Əlimizdə bir dənə budur. Bir dənə mənbə budur, bəli. Tamam.
Tamam. İndi bunun üzərindən danışa bilərik. Yəni mövzunu davam edə bilərik. Məncə heç ricala ehtiyac yoxdur. Buyur. Yəni 2 dəqiqə vaxtım var. Tamamlayım. Qardaş, bir də əsas məsələ 12 Mehdi barəsində deyir ki, vəsiyyəti belə deyək, biz də qəbul edirik ki, sırf kökü Şeyx Tusiyə əsaslanır bunun. Ancaq bir mənbədən gəlməyi, Şeyx Tusidən gəlməyi, bunun hər hansı bir belə deyək, hədisi sual altına salmır və şübhə altına salmır. Çünki hədisi təsdiqləyən 12 Mehdinin olması ilə bağlı təsdiqləyən digər hədislərimiz də var. İndi mən istəyirəm bu hədisi oxuyam. Deməli, qardaş da istəsə qeyd eləsin özünlükdə. Bihar-ül Ənvarda, cild 53, səhifə 148-də, bir də elə Şeyx Tusinin özündə, səhifə 358-də. Belə bir hədis var. Əbu Bəsir deyir, mən İmam Sadiq əleyhissalamdan, İmam Sadiq əleyhissalam buyurmuşdur. Qaimdən sonra 12 Mehdimiz var və onlar Hüseynin övladlarıdır. Neçənci hədisdir? Yəni, Bihar-ül Ənvar 53-cü cild neçənci hədisdir? bu dəqiqə qardaş baxım, yüzdə saniyə. Birinci hədisdir, oxu Səhifə qardaş. Birinci hədisdir, səhifə oxu. 148. Birinci hədis, oxu. Bəli. Deməli, hədis o Səsin getdi, qardaş. İmam buyurur ki, qaimdən sonra 12 Mehdimiz var və onlar Hüseynin övladlarıdır. Bir dəqiqə üzr istəyirəm qardaşım, mən bəd deyək. Üzr istəyirəm. Mənim qabağımdadır mənbəzim, narahat olma. Bihar-ül Ənvar 53-cü cild 1-ci hədis. Məlumatın olsun deyə qədər. 30-cu bab, qabağımdadır hədis, narahat olma. Hamısı qabağımdadır, narahat olma. Davam edə, qardaş. Hə, yəni mən bu hədisi misal üçün gətirdim ki, qardaş dedi ki, heç bir yerdə yoxdur 12 Mehdi ilə bağlı. Olan heç bir yerdə yoxdur. Yəni buna inşallah özü də baxar hədisə, buna bir cavab deyərsiniz, zəhmət olmasa ki, yəni 12 imam, 12 Mehdi barəsində bir başqa bir mənbədə də var. Digər məsələdə qardaş, yenə biz vəsiyyət məsələsinə qayıdaq. Yenə dediyim kimi, peyğəmbərin vəfat gecəsi yazdığı biz bayaq qəbul edirik ki, peyğəmbər bir vəsiyyət yazıb. Hər hansı bir vəsiyyət yazıb. Əgər düz başa düşdümsə, elə deyilsə deyərsiniz. Deməli, peyğəmbər bir vəsiyyət yazıb. Əleyhissalamı da deyirik, imla etdi. Deməli, həmin o vəsiyyət hədisi bizim əlimizdə olan vəsiyyət hədisi, hansı ki iddia etdiyimiz vəsiyyət hədisi deyilsə, hansı vəsiyyət hədisidir? Xahiş edirəm, bir də ona diqqət edərsiniz. O suala cavab verərsiniz. Buyur qardaş. Yəni ki, üzr istəyirəm, haşiyə qeyd eləyək, qardaş cavab verənə qədər. Yəni məlum oldu ki, əziz belə deyək, izləyicilər, əziz dinləyicilər, Abbas qardaş da təsdiq eləyir ki, əlimizdə Qeybət-i Tusidə yazılan vəsiyyət hədisindən başqa alternativ olaraq vəsiyyət hədisi yoxdur. Yəni kim ki özünü belə deyək, ağıllı, elmli hesab edir, gəlir deyir, vəsiyyət tapmışam. Yəni bu qardaş elm tələbəsidir, özü təsdiq edir ki, bundan başqa alternativ bir vəsiyyət yoxdur. İndi gələk bu məsələnin üzərinə ki, bu vəsiyyət üzərindən danışmaq lazımdır ki, bu vəsiyyət hədisi necə səhv ola bilər? Bunu necə rizala salıb səhv çıxarda bilərik? İndi bunun üzərindən danışa bilərik. Buyur qardaş. Bəli, qardaş. Birincisi, bizim hədisi qəbul etmə meyarımız olmalıdır. Siz deyirsiniz ki, ricalı qəbul eləmirəm, onu qəbul eləmirəm. Bunlar hamısı əqli məsələlərdir ki, qardaş özü də buyurduğu kimi Quran ayəsinə əsasən ki, bir fasiq sizə xəbər gətirəndə onu araşdırın. Birincisi, fasiq gətirəndə biz artıq mətnə şübhə ilə yanaşmalıyıq. Bu bizim əqli düşüncəmizdir. Allahın bizə verdiyi əqildən söhbət gedir. Və Allahın bizə göstərişidir. Çünki fasiq olduğuna görə, kəzzab olduğuna görə ora nələrsə əlavələr eləyə bilər və yaxud da onu təhrif eləyə bilər. Və yaxud da heç ümumiyyətlə heç elə bir şey ola bilməz. Yeni bir şey uydura bilərsin üçün. Düzdür? Ona görə fasiq bir nəfər sənə xəbər gətirəndə artıq sənin qəlbində şübhə yaranmalıdır. Deməli, biz bu 4 deməli ravi ki, biri məchuldur, ümumiyyətlə tanınmır, digərləri də arasında kəzzabı var, yalançısı var, müxalif fikirlisi var. Artıq biz bu mətnə şübhə ilə yanaşmalıyıq. Bu birinci məsələ. İndi gəlirik mətnə. Biz bu mətnə şübhə ilə yanaşırıq. Başlayırıq bu mətni nə etməyə? Dənə bə dənə sözlərinə diqqət eləməyə. Mənanı, adları, filanları hamısını üzə çıxardırıq. Baxırıq ki, bəli, burada yeni bir mətləb var.
Peyğəmbər 23 il fəaliyyət göstərir. Dəfələrlə 12 vəsisini, qiyamətə qədər olacaq vəsilərinin adlarını qeyd eləyir. Qədirxumda vilayəti və vilayət sahiblərini 12 nəfəri qeyd eləyir. Aha, bir dənə hədis gəlib kəzzabın vasitəsilə ki, burada Peyğəmbərdən nəql olunur ki, 12 imamdan sonra 12 də Məhdi də gələcək. Bu bizim üçün yeni bir mətləbdir. Aydındır. Biz bu hədisi nə etməliyik? İhticac kitabı yəqin ki bilirsiniz. Əllamə Təbərsi. Səhifə 598. Həsən ibn Cəhm belə rəvayət edir. İmam Rızaya dedim, sizdən bizə ziddiyyətli hədislər nəql olunur. İmam Rıza ağa bunu buyurur. Bizdən sənə nəql olunan hər şeyi Allah Taalanın kitabı. Bu kitabın elə açmıram yeni bir mövzu. İnşallah ki qismət olar bu barədə də bəhs edərik. Bu elə dəlalət edir ki, Allahın kitabı elə olduğu kimidir, təhrif olunmayıb. Ağa buyurur, bizdən sənə nəql olunan hər şeyi Allah Taalanın kitabı və səhih hədislərimizlə müqayisə elə. Aydındır, bizdən yəqinin var ki, bu hədislər səhihdir. Bunu ilə müqayisə elə. Biz deməli bu kəzzabların gətirdiyi hədisə baxırıq. Yeni bir mətləb çıxıb ortaya və biz səhih hədislərlə onu müqayisə edirik. Görürük ki, əlimizdə onlarla səhih hədis var ki, Peyğəmbər buyurur, məndən sonra 12 dənə vəsim və xəlifəm var. Burada isə 24 dənə qeyd olunub. Bəs məlum olur ki, əql buna hökm edir ki, bəs biz bu hədisə istinad eləməyəcəyik. Əgər siz istinad edirsinizsə, bu hədisin səhihliyini isbat edə bilirsinizsə, siz mənim üçün bunu isbat eləyin. İndi əgər vaxtım varsa, mən keçim mətnin özünə. Buna cavab verəndən sonra ki, mövzunu tamamladısa, belə 30 saniyə, 1 dəqiqə vaxt qalır hardasa. Yaxşı, olsun. Mövzunu tamamladısa, qoy cavab versinlər, sonra keçək mətnə. Yaxşı. Buyurun. Qardaş, yenə başqa mövzuya getdik. Biz vəsiyyətlə bağlı olan xahiş edirəm. Bir dənə zəhmət olmasa sən özündə qeyd elə. Ola bilər danışdıqca unudulur. Bir dənə zəhmət olmasa bu dediyimi qeyd eləyərdin. Vəsiyyət hədisi, əgər bizim iddia etdiyimiz vəsiyyət hədisi deyilsə ki, siz bayaq oxuduğunuz hədis vəsiyyət hədisinin özünün dəlilidir. Ki, bu ola bilər bizim əlimizdə olan, bizim iddia etdiyimiz hədis olsun və ya başqa bir vəsiyyət hədisi olsun. Ancaq o vəsiyyət hədisinin ümumilikdə Peyğəmbərin vəfat gecəsi yazdığı vəsiyyət hədisinin dəlilidir. Xahiş edirəm, bunu bir dənə qeyd eləyin ki, əgər vəsiyyət hədisi bizim iddia etdiyimiz ki, deyilsə, yəni 12 imam və 12 Mehdidən bəhs edən hədis deyilsə, o hansı hədisdir? O hədisi gətirin. Çünki Əli İslamın oxuduğu hədis də həmin vəsiyyət hədisidir. Zəhmət olmasa bunu qeyd eləyərsiniz, ilk əvvəl buna cavab verərsiniz. Onlar elə indi cavab verim, qardaş. Hə? Verir indi cavab? Hə, buyur, cavab ver, mən davam edirəm. Buyur. Bizim əqidəmizə görə vəsiyyət hədisi orijinalı elə həmin hədisdir. Zaten Şeyx Tusi bunu hansı babda gətirir? 12 imamı isbat eləmək babında gətirir də. Şeyx Tusi bunu Rəcət bəhsində gətirmir ki, və yaxud da ki, nə bilim, Əli əleyhissalamın xilafəti barəsində gətirmir ki, Şeyx Tusi istəyir Biharul Ənvarda sonra ki ondan götürülür, sonra Əllamə Hilli və s. ki hamısı Şeyx Hür Amili, hamısı ki Qeybət-i Tusidən götürür. Hamısı hansı babda gətirir bu hədisi? İmamların 12 olmağını isbat eləmək üçün bu babda gətirirlər. Həmçində Şeyx Numani ki bayaq oxudum 4-cü babda 11-ci hədis. Orada da həmin babda 12 imamı isbat eləmək babı. Yaxşı. Şeyx Tusi də həmin hədisi gətirir 12 imama qədər, bəli, vəsiyyət hədisidir. Bizim əqidəmiz budur. Çünki biz başqa hədislərlə onu uyğunlaşdırırıq. Görürük ki, bəli, düz gəlir. Peyğəmbərimiz Qədirxumda 12 nəfər demişdi. Burada da 12 nəfər var. Digər bir yerlərdə demişdi. Cabir ibn Abdullah, Cofi filan ki, bir çox yerlərdə demişdi 12 xəlifəm olacaq, 12 vəsim olacaq, adlarını da qeyd edib. Onlarla uyğun gəlir. Bəli, bura qədər qəbul edirik. Amma biz deyirik ki, bu 4 nəfər ki,
biri məchuldur, üçü də müxalifdir, kəzzabdır. Biz deyirik ki, bu hədis təhrif olunub. Bu əlavədir. Necə ki, sünni mənbələrində təhrif olunub, hədislərin birində gəlir ki, onun adı mənim adım, 12-ci imamdan söhbət gedir ha. Onun adı mənim adım, atasının da adı mənim atamın adı. Yəni İmam Zaman ağanın atasının da adı Abdullahdır. Hansı ki o hədisi müxaliflər yolu ilə gəlir. O da kəzzablar vasitəsilə gəldiyinə görə biz qəbul eləmirik. Mütəvatir hədis deyil. Aydındır qardaşım. Eyni görsən burada da həmin Abdullah söhbəti gedir. Əlavə onun adı Abdullahdır, Əhməddir, filandır, besməkandır. Biz deyirik hədisin bu hissəsi təhrif olunub qardaşım. Və Əli əleyhissalam da bu hədislə ehticac eləyəndə ağa buyurur ki, orada 12 nəfərin adı qeyd olundu. Demədi ki, 24 nəfərin adı qeyd olundu. 12 nəfər qeyd edilir. Buyur qardaşım. Qardaş, hədisə şərh verməyə demədi ki, 12 Mehdi belə bir ifadə işlətməyib Əli əleyhissalam. Hədisi bayaq oxudun. Yəni ifadə olaraq dedi ki, öz adını vurğuladı. İmam Həsən əleyhissalam, İmam Hüseyn 12 nəfər. 9 imam. 12 nəfər oldu da, düzdür? 12. Yox, deyirsiniz ki, 12 Mehdi olmamağını dedi. Yəni belə bir şey demir orada. Mən ona əlavə edirəm qardaşım. Hədis budur ki, 9 nəfər şəxsin adını çəkdi. Oldu 12 nəfər də, düzdür? 12 nəfərin adını çəkmədik, əziz qardaş. 3 nəfərin adını çəkdik. Əzizim, hədisin özünü deyirəm. Deyir ki, sonra da bu oğlum Hüseynin nəslindən gələn 9 nəfər şəxsin adını çəkdi. Bu hədisdir. Yəni 12 nəfər eləyir də, düzdür? Baba, indi məsələ nədir qardaş? Baba, burada biz ilişirik. Siz də deyirsiniz ki, həmin vəsiyyət hədisi bu vəsiyyət hədisidir. Yəni başqa bir hədis deyil. Yəni budur. Sadəcə təhrif olunmuş. Bəli. İndi burada məsələ nədir? Təhrif olunması ilə bağlı hədisin belə deyək də, demək istəyirsiniz ki, bir tərəfini Peyğəmbər yazıb, 12 imama qədərini Peyğəmbər yazıb, 12 imamdan sonra olan məsələni isə əlavədir. O dediyiniz kimi də Həmin ravilər tərəfindən, bəli, ravilər tərəfindən əl vurulub. Bəli, indi bax məsələ nədir? Qardaş, digər 12 Mehdinin olması ilə bağlı o zaman deyə bilərik ki, təhrif olub. Bununla bağlı ziddiyyət olmuş olsun. Yenə bayaq ziddiyyət məsələsinə gəldik, çıxdıq. Hansı ki, mən bayaq bilmirəm, diqqət elədiniz yoxsa yox, buna da bir dənə zəhmət olmuş cavab verərsiniz. Mən 12 Mehdi barəsində hədis oxudum. 12 Mehdinin olması ilə bağlı bir hədis. İstəyirəm bir digər də hədis oxuyam. Olar birində mən oxuyum bu barədə. Sözünüzə qurban. Olar elə mən oxuyum Biharul Ənvardan 2-ci hədis, 30-cu bab 2-ci hədis. Əllamə məclisi gətirir İmam Sadiq ağadan. O da qeybət, yəni Şeyx Tusiyə söykənir. Hədis bu cürdür. Ey Əbu Həmzə, qaimdən sonra 11 dənə Məhdi olacaq. Hamısı da İmam Hüseyn ağanın övladlarındandır. Bax, sən burada birinci hədisi gətirirsən. Orada deyir, qaimdən sonra 12 dənə Məhdi olacaq. Yaxşı? Ağa da ona düzəliş eləyir ki, mənim atam deməyib ki, 12 imamdan sonra 12 imam gələcək. Mənim atam deyib ki, 12 imamdan sonra 12 Məhdi gələcək. Və o 12 Məhdi cəmaatı bizə tərəf dəvət eləyəcəklər. Da yeni din, şəriət gətirməyəcəklər. Bizə tərəf dəvət eləyəcəklər. Yəni biz ortaq fikirdəyik ki, 12 Mehdinin olması ilə də bağlı ortaq fikirdəyik. Yox, ortaq fikirdə deyil. Mən sadəcə sizin söhbətinizin üzərindən gedirəm. Mən bu Məhdi ilə bağlı olan hədisləri qəbul eləmirəm. Çünki bunlar zəif hədislərdir. Mütəvatir hədislərlə uyğunluğu yoxdur. Zəif hədis. Siz mənə 2-3 dənə hədis gətirirsiniz, əzizim. Mən sizə 100 dənə hədis gətirirəm. İndi cəmaət hansını qəbul eləsin? Hətta bir dənə belə zid hədis yoxdur, əziz qardaş. Zid hədis o vaxt olur ki, siz deyəsiniz ki, 12 imamdan sonra 12 Mehdi olmayacaq. Yox. Və yaxud da bax, sadəcə 12 imam olur. Siz zid dediyiniz məsələ, bax belə deyək, düz istəyirəm mən ifadəmi bir dənə tamamlayım, cümləni davam edim. Deməli, əgər desəz ki, bax belə deyək də, hədislərdə keçir, 12 imam haqqında danışılır, belə deyək, Peyğəmbərdən sonra gələcək 12 höccət, Bəni Haşimdən çıxacaq 12 imam barəsində danışılır. Bu öz yerində. Və onlardan sonra 12 Mehdinin olması ilə də bağlı hədisin olması, buna bir-birinə ziddiyyət deyil. Əgər biz iddia eləsəydik ki, belə deyək, Peyğəmbərdən sonra 12 Mehdi olacaq, 12 imam olmayacaq və siz bizə dəlil olaraq gətirsəz ki, xeyr, 12 imam olacaq, bizdə əlimizdə mütəvatir hədislər var ki, 12 imam olmalıdır. Bu zaman olar bu bir-birinə ziddiyyət. Amma bizim dediyimiz budur ki, 12 imam və 12 imamdan sonra 12 Mehdi olacaq. Hətta istəyirəm bir hədis oxuyam, o elə dediyiniz kimi də ki, Əli əleyhissalam buyurur ki, yəni üzr
Çıxanda deyəsən səsim gəlmir. Hə, səsim gəlmir qardaş. Hə, belə deyək, digər bir neçə dənə hədis də var ki, 12 Mehdini təsdiq eləyən var, təsdiqlənməsi barədə. Belə deyək, ancaq onlar bizim üçün əsas dəlil deyil. Əsas dəlil yenə də dediyim kimi vəsiyyətdir. Vəsiyyəti gücləndirən hədislər isə digər hədislərdir ki, 12 Mehdini 12 Mehdi barəsində danışılır. Sizin zidd olaraq, müxalif olaraq dediyiniz 12 imam barəsində hədislər bizim iddiamıza zidd olmur. Çünki biz 12 imamın varlığını inkar eləmirik. 12 imamın hüccət olmasını inkar eləmirik. Biz sadəcə deyirik ki, 12 imamdan sonra 12 Mehdi olacaq. Yox, əgər əlinizdə dəlil varsa ki, 12 Mehdinin 12 imamdan sonra hər hansı 12 Mehdi olmayacaq, bununla bağlı hər hansı bir zidd hədisiniz varsa, bunu gətirin görək. Ax, Digər hallarda isə vəsiyyət hədisinə keçən 12 Mehdi əlavə olunub və hədis təhrif olunub iddiası artıq boş olmuş olur qardaş. İndi qulaq as mənə qardaşım. Bax, Məhdilərlə bağlı əlimizdə barmaqlarımızın sayı qədər olar ya olmaz. Məhdi 12 imamdan sonra 12 Məhdinin gəlməyi, hətta bir hədisdə deyir 12 Məhdi gələcək. Bir hədisdə deyir, məsələn, Biharul Əvvar 53-cü cild 30-cu bab 2-ci hədisdə isə 2-ci hədisdə isə deyir ki, 11 dənə Məhdi gələcək. Ümumiyyətlə bu hədislər arasının özlərində də ziddlər var. Xülasə sözümün canı budur ki, 12 imamdan sonra 12 dənə Məhdinin gəlməyi ilə bağlı əlimizdə barmaq sayı qədər hədis var. Amma qiyamətə qədər Allahın höccətlərinin sayı və peyğəmbərimizin xəlifələrinin sayı, qardaşım, 12 nəfər qeyd olunub. Sizin bu vəsiyyət hədisində nə edir təhvil verginə? Xilafəti təhvil ver digər vəsimə. Düzdür? Hədis mövzu budur da. Xilafəti ver digər bir vəsimə. Xilafəti ver digər bir vəsimə. Bu ilə eləyir 24 dənə. Amma bizim mütəvatir hədislərimiz, səhih yollarla gələn hədislərimizdə Peyğəmbərimiz buyurur ki, mənim xəlifələrimin sayı 12 nəfərdir, ta qiyamətə qədər. Mənim dediyim ziddiyyət bundan irəli gəlir, qardaş. Hədisin mətnində söhbət xəlifəlikdən gedir, vəsidən gedir ki, növbətinə ver, eləyir 24 nəfər. Amma digər bir yerlərdə, Qədirxumda, orada, burada, bir çox yerlərdə Peyğəmbər deyir, yox, mənim xəlifələrim 12 nəfərdir, adları da budur. Orada başqa bir demir 24 nəfərdir filan da besməkandır. Dediyim ziddiyyət buradan irəli gəlir, qardaşım. Sözün varsa əlavə elə, yoxdursa keçək hədisin özünü. Davam elə yaxşı. Davam elə mən danışıram. Hədisin xülasə hədisin səhihliyini mənə isbat eləyə bil, nəinki mənə, yəni ümumiyyətlə hər hansı bir tələbəyə, ruhaniyə, təhqiqatçıya siz bunu isbat eləyə bilmərsiniz ki, bu hədis səhihdir. İstəyir onun rical baxımından olsun, istəyir mətn baxımından olsun. Mətn baxımından dediyim kimi ziddiyyətlər var, digər mütəvatir hədislərlə, məşhur hədislərlə. Rical baxımından da ki, 4 dənə mən orada ən azı biri məchul, üçü isə fasiq adam tanıyıram. Bu beləncəsinə qardaşım. İndi keçək hədisin özünə. Hədisin özündə bayaqki məsələyə ki gəldi, fəizə həzərəthu vəfat, onun da vəfatı yetişdikdə mənim əlimdə əlyazmalar var ki, qədim muzey şəkli var da təbii ki. Qədim muzeylərdə həmin o kitablar, əlyazmalar saxlanılır ki, orada mörtəzi yoxdur. Elə orijinalında bu cürdür ki, "Thumma yakunu min ba'dihi 12 Məhdiyan", onlardan sonraki 12 dənə Məhdi gələr. Fəizə və o zaman ki 12-ci imamın vəfatı hazır olar, yaxınlaşar, fəlyusallimhə. Neynə onu? Neynəsin onu? Təslim eləsin. Ha, hara qayıdır? Ərəbi bilən qardaşımız. Ha, qayıdır hara? Xilafətə və vəsiliyə. Düzdür? Yəni, təslim etsin İmam Zaman öz övladına. Nəyi təslim eləsin? Xilafəti və vəsiyyəti. Sual çıxır ortalığa. Bəyəm İmam Zaman ağa vəfat eləyib? 1. İkinci, İmam Zaman ağa nə vaxt təslim elədi xilafəti? Nə vaxt təslim elədi vəsiyyəti, bizim xəbərimiz olmadı. 3. İmam Zaman ağa anadan gəlmə qeybdə olmayıb ki, İmam Zaman ağa qeybət-i suğrası olub 69 il. Peyğəmbər barbar bağırdı ki, mənim vəsim Əlidir. O birisi imamlar dedi, mənim vəsim İbrizadır, o birisi dedi, Muhammeddir, Təqidir, Cavaddır, nə bilim, Nəqidir. Hamısı dedi, necə oldu 69 il İmam Zaman ağa
cəmaatla rabitəsi olur, xas naiblər vasitəsilə bir dəfə öz vəsisindən danışmır. Mümkün deyil bu, əql bunu qəbul eləmir. Zəhmət olmasa bunlara cavab verin, sonra mən davam edeyim. Qardaş, deməli, yenə biz dönüb qayıdırıq eyni məsələyə. Burada bir ziddiyyət var. Hansı ki, vəsiyyət hədisini hansı ki qəbul elədik ki, hadisənin özündə Peyğəmbər deyib ki, məndən sonra zəlalətə düşməyəsiniz, bu şeyi vurğulayır. Və siz də iddia edirsiniz ki, biz vəsiyyəti qəbul edirik. Hansı ki, 12 imam məsələsi keçir orada, biz bura qədər qəbul edirik. Ancaq 12 imamdan sonra 12 Mehdinin məsələsini qəbul eləmirik. Bunun da dəlil olaraq gətirirsiniz ki, digər hədislərdə, məşhur hədislərdə, digər mütəvatirlərə ziddir, əslində zidd deyil. Belə deyək, digər mütəvatir olaraq 12 Mehdi barəsində danışılmır buna görə. Yaxşı, biz keçək bir dənə bu mövzunun əvvəlinə ki, hansı ki, demək ki, siz də qəbul edədiniz ki, Peyğəmbərin etdiyi bu vəsiyyət zəlalətdən qoruyandır. Əgər təhrifə yol açılan bir imkan, burada bu vəsiyyətdə təhrif etmə imkanı varsa, Peyğəmbərin dediyi kimi zəlalətdən qorunmur əslində. Bir dənə zəhmət olmasa, bunu da siz qeyd edirsiniz ki, əgər Peyğəmbər dediyi kimi zəlalətdən qoruyandırsa bu, necə olur ki, təhrifə məruz qalıb? Yəni, bu hədis təhrifə məruz qalıb, vəsiyyət hədisi. İlk əvvəl buna bir dənə zəhmət olmasa cavab verərsiniz. Digər məsələ isə, burada vəsiyyət hədisi ilə bağlı, vəfatı ilə bağlı deyirsiniz. Burada bir məsələ var. İmam Zaman əleyhissalam vəfat eləməyib. İmam Zaman əleyhissalam sağdır. Bu məsələnin bir tərəfi. Digər tərəfdən, hansı ki, bilirsiniz də, Peyğəmbərin İmam Əli əleyhissalama ötürü yazdırdığı vəsiyyət hədisi həm də yazılı formada var. Yazılı formada var ki, onun bir möhrünü, hətta hədisdə buyurulur ki, onun möhrün birini Əli əleyhissalam açdı, ondan sonraki möhrü İmam Həsən əleyhissalam açdı və bu formada 12 imama ötürüldü. Və siz dediyiniz, hansı ki, vəfat məsələsi ilə bağlı deyilən məsələ, vəsiyyətin orijinalı, hansı ki, İmam Zaman əleyhissalamın əlində olan əl yazma, Əli əleyhissalamın yazdığı vəsiyyətdir ki, İmam Zaman əleyhissalam öz vəfatından sonra digər Mehdiyə, ilk Mehdiyə ötürəcək onu. Yəni, burada da yəqin ki, qaranlıq bir şey qalmadı. Mənim də sualım bundan ibarət. Buyur, qardaş, buyur. Qaranlıq əlbəttə ki, çox şey var, qardaş. Qaranlıq budur ki, bu cür deyil. İmam Zaman ağa nə vaxtsa dünyasını dəyişəndə həmin vəsiyyət, söhbət kağız parçasından getmir. Hədisin mətnini ərəbi bilən qardaşımız baxsın, zəhmət olmasa. Orada söhbət xilafətdən gedir. Fəl yüsəllim onu təslim etsin. Ha qayıdır xilafətə və vəsiyyətə, qardaş. Burada kağız parçasından söhbət getmir ki... Üzr istəyirəm, ərəb dili dediniz deyə mən müdaxilə edirəm. Söhbət orada... Nədən gedir? Qaydada yazılan vəsiyyətdən gedir. Onu nəyi təslim eləsin? Nəyi təslim eləsin? Hara qayıdır, qardaşım? Hədisin mətnində söhbət nədən gedir? Bir dənə ərəb yerinə vurğu. Cəlal qardaş, mən sual verirəm sizə. Fəl yüsəllim hara qayıdır, müənnəs gətirib. Nəyi? Həmən vəsiyyətə qayıdır, vəsiyyətə. Nə, kağız parçasına? Həmin o kağız parçası? Qardaş, əlbəttə ki, fiziki olaraq, qrammatik olaraq, bəli, kağız parçasına qayıdır. Ümumiyyətlə, Cəlal, bir də mən istəmirəm müdaxilə edeyim. Mən də eləməyəcəm. Sadəcə bir şey bildirim ki, mən bir nöqtəyə vurğu vurum, sonra qardaş buyursun. Qardaş, zaten siz nəzərdə tutduğunuz o xilafəti ötürməkdirsə, zaten Əhməd Əl-Həsən əleyhissalam və Abdullah Haşim əleyhissalam deyir ki, biz 12-ci imamın vəsisiyik. Başa düşsən? Zaten o dövrün, o belə deyək də, o əsas 12-ci imamdır. Bunlar vəsiləridir. Nə zaman ki 12-ci imam vəfat eləyəcək, ondan sonra Əhməd Əl-Həsən əleyhissalam, ondan sonra Abdullah Haşim əleyhissalam gələcək. Zaten bu ikisi vəsisidirlər və ona görə də vəsiyyətdə ki, keçirilən ötürsün, zaten İmam Zamanın ölümündən sonra ötürülmək, yəni Peyğəmbərin zamanında Əli əleyhissalam Peyğəmbərin vəsisi idi, ancaq o belə deyək də əsas Peyğəmbər idi. Ancaq Əli əleyhissalam da ortadaydı və vəsisi idi. Əli əleyhissalam Peyğəmbər vəfat eləyəndən sonra oldu və o zamanda da İmam Həsən, İmam Hüseyin var idi. Onlar da Əli əleyhissalamın vəsiləri idilər.
Və Əli əleyhissalam vəfat eləyəndən sonra onlar keçdilər sıralı şəkildə. Bəli, vəsiləri idi ona görə Nicat qardaş. biz burada zaten yenə də deyirik ki, və çıxışlarına baxsaz Abdullah Haşim əleyhissalamın Abdullah Haşim əleyhissalam deyir ki, Əhməd Əl-Həsən əleyhissalam və mən 12-ci imamın vəsiləriyik və hətta belə deyir. Deyir ki, İmam Zamanın vəsi Əhməd Əl-Həsən əleyhissalam, mən də onun vəsisi. Biz zaten bunu deyirik. Və bir də qardaş, bir əsas biz ana nöqtəyə gələk, Rizalasa da biz toxunarıq, onu danışarıq. Siz məsələn Rizaldan danışırsınız. Rizalın özü ilə mən hədis sadəcə müdaxilə eləmək istəmirəm deyə söhbətə qoşulmuram. Rizal elminə əsasən hədis səhihdir. Bir hədis var ki, o Rizala görə səhihdir. Yəni sən o hədisi inkar eləyənməzsən. Çünki Rizal elmi həmin hədisi səhih qəbul eləyir. Həmin hədisdə deyir ki, bir yalançı bizə xəbər gətirsə nə edək? Deyir inkar eləməyin. Bax sən deyirsən, yalançının gətirdiyi hədisi biz əqllə baxmalıyıq, şübhələnməliyik. Rizal elminə əsasən qəbul olunan, səhih olan hədisdə mən onun raviləri ilə oxuyaram ki, hamısı siğədirlər. Orada deyir ki, əgər bir yalançı, özdə deyir, yalançı məşhurdur yalançılıqla. Bir hədis gətirir, nə edək? İmam deyir, gecənin gündüz, gündüzün də gecə mi olduğunu deyir. Yəni bu qədər absurd bir şey mi deyir? Deyir, yox, deyir, hətta belə desə də inkar eləməyin. Bax, deyir, hətta bu cür desə də inkar eləməyin. Yalançılıqla məşhur olan bir adam gəlir. Gecənin gündüz, gündüzün gecə olduğunu deyən absurd bir şey deyir. Deyir, bunu inkar eləmə. Və bu hədis Rizaldan səhihdir. Bu hədisin, Rizalın özündə olan bu səhih hədis, Rizalın öz məntiqin vurur. Biz sadəcə bu nöqtələrə toxunmağı istəmirik. Çünki siz söhbətin başlığında dediniz ki, biz vəsiyyətdən danışacağıq. Və siz bir hədis gətirdiniz. Mən dinləyirəm. Siz o gətirdiyiniz hədisin mətnində bu cür olur. Deyir, Əli əleyhissalam deyir ki, Peyğəmbər dedi, mən imla elədim. Bax, Peyğəmbər dedi, mən imla elədim. Deməli, ortada yazılı olan bir vəsiyyət var. Çünki siz gətirdiniz bu hədisi, biz gətirmədik. Siz gətirən hədisə əsasən yazılı olan bir vəsiyyət olmalıdır ortada. Biz də deyirik ki, həmin o yazılı olan vəsiyyət hanı? Biz gətirib bir dənə vəsiyyət qoyuruq ortaya. Siz bunun əksinə bir vəsiyyət hədisi gətirmirsiniz. Deyirsiniz, bu səhih deyil. Nəyə görə? Siz özünüz axı hədis gətirdiniz ki, imla olunub. Zəhmət olmasa, bir dənə vəsiyyət hədisi gətirin. Qulaq as, Nicat qardaş. Siz mənə Şeyx Tusinin 111-ci hədisini gətirirsiniz. Həmin o sümük üstünə yazılan, dəri üstünə yazılan hədisi gətirmirsiniz ki, mən orada mumluyam, sakit dayanam. Siz mənə bir hansısa kitabdan gətirirsiniz. Mən də sizə iddia edirəm ki, həmin kitabda gətirdiyimiz hədis bir bəli, həmin hədisdə Nicat qardaş müdaxilə eləmə də özüm. Axı sən danışdın. Bir dənə bunu deyim, yaxşı. Bir dənə bu fikir deyim, mikrofon bağlayıram. Çünki siz mövzunu fərqli yerə aparırsınız. Ona görə biz demirik ki, qardaş, Şeyx Tusinin o kitabında olan Əli əleyhissalamın dəsti xətti ilə yazılandır. Biz zaten onu demirik, qardaş. Biz deyirik ki, Şeyx Tusinin yazdırdığı o vəsiyyət məna etibarı ilə odur. O mənanı daşıyır. Olsun. Mən də o mənaya, Qulaq as, qardaşım. Yəni o sümüyə yazılan nədirsə, odur. Məsələ o nə sümükdədir, nə kağızdadır. Ay sol. İndi sən bu iddianı eləyirsən, gözəl qardaş. Onu dəyərli eləyən, üzr istəyirəm. Onu dəyərli eləyən onun içinə yazılan fikirlərdir. Biz deyirik ki, o sümüyə yazılan fikir nədirsə, o Şeyx Tusinin o nəql elədiyi hədisdəki olan məna odur. Biz o mənadan danışırıq, yoxsa onun hər hansısa bir şeyindən danışmırıq. Bu Şeyx Tusidə yazıldı, nədə yazıldı. Bunu da əsasən deyirik ki, siz hədis gətirdiniz. Özünüz gətirdiniz hədisi. Ki, o hədisdə deyilir ki, Əli əleyhissalam deyir ki, Peyğəmbər dedi, mən imla elədim. Deməli, Peyğəmbərin o zəlalətdən qoruyacaq bir şey yazdıracağım dediyi şey var ha. Onu Peyğəmbər yazdırdı da. Bəli, yazdırır. Çünki o hədisdə deyir axı Əli əleyhissalam imla elədim. Tamamilə doğrudur, yazdırır. Əli əleyhissalam deyir, əhsən. Düzdürmü? Biz də deyirik ki, o yazılan məna Şeyx Tusidəki olandır. Bunun əksinə bir dəlil gətirin. Siz sadəcə deyirsiniz ki, zid gətirirəm. Mən yenə də deyirəm, müdaxilə eləmək istəmirəm. Siz danışın Tural qardaşla. Siz gətirdiyiniz zid deyil. Zid bilsən nədir qardaş? Zid o olar ki, deyirlər ki, 12 Mehdi olmayacaq. Mehdi bir dənədir. Bax, bu zid olar. Yoxsa, məsəl üçün, deyirlər 12 imam var və başqa bir hədisdə imamlardan 5-inin adı çəkilsin. Başqa bir hədisdə imamların 5-inin adının çəkilməsi 12 imamın mövcud olmasına zidd deyil.
Bunlar bir-birlərini tamamlayan məsələlərdir. Çünki bir fikir qoyular, imam başqa yerdə o fikri açar. Hədislərə böyük bir puzzle kimi baxmaq lazımdır. İmam 12 imamı deyir, 12 Mehdini bir yerdə qeyd eləmir. Ona görə ki, başqa bir yerdə zaten onu qeyd eləyib. Ona görə qardaş, bütün hədislərə baxanda burada ziddiyyət yoxdur. Ziddiyyət o olar ki, deyirlər ki, 12 Mehdi olmayacaq. Mehdi bir dənədir. Bax bu zidd hədis olar. Yoxsa sizin gətirdiyiniz sadəcə çıxarışdır. Buyurun davam edin. Olsun, bu sənin fikirlərindir, qardaş. Hörmətlə mövzu ilə bağlı davam elə. Hörmətlə yanaşırıq, amma cavab budur ki, Abdullah Haşim ki buyurur ki, mən hal-hazırda Allahın höccətiyəm, Peyğəmbərin vəsisiyəm, Peyğəmbərin xəlifəsiyəm və mən hətta onun bir çıxışında öz qulaqlarımla eşitdim ki, mən gəlmişəm Muhammədin şəriətini aradan aparam, buna mənim çünki səlahiyyətim var, mən Allahın höccətiyəm. Bəli, mən də deyirəm ki, buna zid olaraq bizim onlarla hədisimiz var müxtəlif yerlərdə ki, Peyğəmbərin 12 dənə xəlifəsi olacaq və ta qiyamətə qədər də 12 dənə Allahın höccəti olacaq. İmam Həsən Əskəri ağa buyurur ki, oğlum Məhdi sonuncu höccətdir ta qiyamətə qədər. Hədisin mənbəsini də deyəcəm sizə, Hur Amilidən gedib oxuyarsınız. Və çox hədislər deyəcəm, vaxtımız olsa bir-bir qeyd edəcəm. İndi gəlib məsələ hədisin öz mətninə. Bura kimi gəldi ki, qardaş, biz hədisin 12 imama qədər olan hissəsini hər ikimiz qəbul edirik. Peyğəmbərimiz vəsiyyət gecəsi bu hədisi yazıb. İnsanları zəlalətdən nicat vermək üçün. Zaten bundan əvvəl də demişdi, Qədirxumda da demişdi. Bir dənə də vəsiyyət hədisi yazmaq istəyir Peyğəmbərimiz və həmin hədisi yazır. Yaxşı. Bura qədərini biz qəbul edirik ki, 12 imam var. Amma bundan sonra 12 dənə də Məhdi gələcək ki, və onlar da Peyğəmbərin xəlifəsidir, vəsisidir və Allahın yer üzündə höccətləridir. Hətta şəriəti də dəyişə bilərlər, dini də dəyişə bilərlər və s. Hamı onlara təslim olmalıdır. Belə bir şey biz qəbul eləmirik digər hədislərin kölgəsində. Çünki onlara baxırıq, ziddiyyət burada yaranır. Peyğəmbərimiz 23 il fəaliyyət göstərir. Onlarla yerdə 12 dənə xəlifəsindən danışır. Bir nəfər gəlir, şəriət dəyişir. Bu boyda səlahiyyətə sahib olan bir kəsdən Peyğəmbər bizə xəbər vermədi. Fəqət bir dənə vəsiyyət gecəsi dedi bunu. Məntiqə uymayan bir şeydir. 12 dənə xəlifəni dəfələrlə qeyd edən Peyğəmbər elə 24-ünü də qeyd eləyərdi də, saxlamazdı vəfat gecəsinə. Gələk hədisin mətninə. Həmin sualıma zəhmət olmasa cavab verərsiniz ki, فَإِذَا هَذَرَتْهُ الْوَفَاتُ فَلْيُسَلِّمْهَا hara qayıdır? O nəyi İmam Zaman ağa vəfat eləyəndən sonra təslim eləməlidir? Hal-hazırda axı Abdullah Haşim onu təslim alıb, biz onu o cür görürük. Deyir ki, mən Allahın höccətiyəm, mən şəriəti dəyişməyə mənim səlahiyyətim var. Yəni o bir var ki, samit imam höccət, bir də var danışan, fəaliyyət göstərən. Bir ağac var ki, qurudu, ağacdır, bəli, bil-qüvvə ağacdır, amma onun meyvə gətirməyi ki var, o bil-feil yəni ortalığa çıxmayıb da. Bil-qüvvə höccətdir, bəli, İmam Hüseyn ağa, İmam Həsən ağanın dövründə bil-qüvvə imam idi. Amma bil-feil imam deyildi. İmam Həsən ağa idi. Gəlirlər İmam Hüseyn ağaya müraciət edirlər, deyirlər ki, İmam Həsəndir, gedin ona müraciət edin, mənim qapıma gəlməyin. Mən bil-qüvvə imamam, bəli, amma bil-feil deyiləm, hələ o səlahiyyət mənə verilməyib. Qardaşımın vəfatından sonra mənə veriləcək, mən oğluma verəcəm, ta bu cürna. İndi ki, gəlib İmam Zaman ağa bil-feil Allahın xəlifəsidir, bil-feil Allahın höccətidir. Bəs hədisdə də deyir ki, vəfatından sonra o xəlifəliyi versin. Bəs necə olur ki, İmam Zaman ağa ilə vəfat eləməyib, bil-feil imamdır, höccətdir, vəsidir. Başqa biri də onun dönəmində, onun zamanında biri də bil-feil höccətdir, vəsidir. Bu, burada konkret təzad yaranır. Zəhmət olmasa buna cavab verir. Qardaş, üzr istəyirəm. Bax, bizdə anlaşılmayan bir-birimizdən belə bir məsələ var. Biz özümüzdən şərh verməyək də, yəni məntiqi belə olur, nə bilim. Əgər bir məsumun sözündən danışırıqsa, məsumun sözünə məsumun izahını verək.
Məsəl üçün biz belə deyək, bu əslində sənədə mənədə qüsur olar ki, peyğəmbər bir şey yazmaq istədi, götürdü, yazdı kimi eləmək olmaz bunu. Peyğəmbər vurğu vurulur. Sənin oxuduğun öz hədisində, bayaq oxuduğun hədisdə də, bizim iddia elədiyimiz hədisdə də ümumiyyətlə məşhurdur bu hadisə ki, peyğəmbər sizi zəlalətdən qorusun ifadəsi. Bu zəlalətdən qorusun ifadəsi ilə olan mətnə bu qədər belə deyək də laqeyd yanaşmaq olmaz. Gərək buna tam diqqət eləyək ki, burada belə deyək, mətn dediyiniz kimi, mən hələ də sualıma cavab tapmadım. Hansı sual deyim yenə? 12 imama qədər olanı vəsiyyət hədisini belə deyək, qəbul edirsiniz, amma fərqli formada. Bəli. Yəni peyğəmbər vəfat gecəsi vəsiyyət yazdı, sadəcə 12 imamın adını qeyd elədi, 12 Mehdinin adını qeyd eləmədi. Bunu deyirsiniz. Bəli. İndi əgər məntiqi, əqli danışırıqsa, gəlin bunun bu tərəfinə də baxaq. Siz deyən kimi peyğəmbər bir şey yazdı 12 imam barəsində və 12 Mehdi adı da 12 Mehdi haqqında da o hədisdə keçir. Və peyğəmbər özü vurğulayır ki, bu məndən sonra azmamağınız üçündür, yəni məndən sonra azlığına düşməyəsiniz deyə. Və bu hədis bizim əlimizə təhrif olunmuş formada gəlib əlimizə çatdı. Peyğəmbər heç bir yerdə məndən sonra azmayasınız ifadəsi işlətməyib. Yalnız vəsiyyət gecəsi, vəfat gecəsi yazdığı vəsiyyətdə bu. Yox, çox səhvdir ya, çox səhvdir. Dəfələrlə hədislərdə Əli əleyhissalamı vəsi olaraq bildirib və bu sözləri də dəfələrlə deyib peyğəmbərimiz. Əzizim, eyni bayaqlar Səhabəsinə buyurur ki, bu kişidir məndən sonra xəlifə. Bundan əgər üz döndərsən yolumu azarsan. Dəfələrlə deyib bu sözləri. Bax, ki, qardaş, bax, bir dənə üzrsən. Bayaq dedin ki, Qədirxumda da hətta 12 imamın adını çəkdi. Yəni, mən daxil eləmədim ki, indi söz kimi gəlib dedim. Qədirxumda Peyğəmbər salavatullah 12 imam haqqında danışmıyor. Sadəcə Əli əleyhissalamın vilayəti barəsində deyib. Sadəcə Əli əleyhissalamın vilayəti. Yəni, bu özü bir, belə deyək də, yəni, hədisi nəql edirsə, hadisəni nəql edirsə, şərh verməyək yanına. Dəfələrlə deyirsiniz, dəfələrlədən biri də ən sonuncusu, hansı ki Peyğəmbərin vəfat gecəsi yazdığı vəsiyyətdə məndən sonra azğınlığa düşməyəsiniz ifadəsini vurğulayır. Və bir şey yazır, bu şey də bizim əlimizə bugün gəlib çatır. Sən deyən kimi, qardaş, bu təhrif olunmuş olsa, bu Peyğəmbərin zəlalətdən qoruyan bir vəsiyyət olmamış olur. Əgər yox, həqiqətən zəlalətdən qoruyandırsa, bu hədis bizim əlimizə çatan forması təhrif olmamış olmalıdır. Aydındır. Çünki bunu kimi desək ki, Peyğəmbər dəfələrlə deyib, bunu da elə belə vurğulayıb. Bu, belə deyək də, Peyğəmbərin şənini də aşağı salmaqdır. Ki, Peyğəmbər elə ağlından keçib bir söz imiş deyib. Ancaq biz buna bu cür yanaşsaq ki, Peyğəmbərin hər sözü bir məna daşıyır, hər ifadəsi bir məna daşıyır. Çünki höccətdir, əgər əqli məntiqi yanaşırıqsa. Höccətdir, hər bir ifadəni sadəcə söz olsun deyə deməz. Bunu da deyibsə, demək ki, həqiqətən zəlalətdən qoruyan bir dəlil olmalıdır, əgər qəbul ediriksə hədisi. Belə deyək, bu hadisəni qəbul ediriksə. Tutaq ki, əgər siz desəydiniz ki, vəsiyyət hədisi, biz dəlil gətirmişik ki, vəsiyyət hədisi hansı ki, siz iddia etdiyiniz deyil, bizim əlimizdə vəsiyyət hədisi var ki, mətn olaraq siz deyən kimi gəlir, 12 imamda dayanır bu hədis. Bu formada olsaydı, bu olmuş olardı zidd bir-birinə. Ancaq hal-hazırda 12 imam və 12 Mehdi haqqında danışılan bir vəsiyyət var, hədisə var əlimizdə. Və əgər biz dediyimiz kimi bu zəlalətdən qoruyandırsa, demək ki, biz onun həm 12 imamı qəbul eləməliyik, həm 12 Mehdini. Əgər yox, siz desək ki, təhrif olunub, demək bu vəsiyyət bizi zəlalətdən qorumur. Peyğəmbərin o anda istər belə deyək də, vəfat gecəsində və ya ondan sonra Əli əleyhissalama imla etdirdiyi bu məsələdə sadəcə Peyğəmbər bunu söz kimi deyib. Bu günə qədər gəlib. Peyğəmbər də bilmirdi ki, o elm ona verilməmişdi ki, Peyğəmbər bilə ki, bu hədis təhrif oluna bilər və orada 12 imamın yanına 12 Mehdi əlavəsi eləyə bilərlər və insanların əlinə təhrif olunmuş formada çatar və mən yenə də bunu bildiyim halda orada sizi zəlalətdən qoruyan kimi deyim. Yəni sizə bu nə qədər ağla, məntiqə uyğun bir şeydir ki, Peyğəmbər deyir ki, məndən sonra zəlalətə düşməyəsiniz və biz də hədis oxuyuruq ki, həqiqətən Peyğəmbər bu hədisdə 12 imam və 12 Mehdi haqqında danışılır və hər hansı bir alimin sözünə görə və yaxud da nə bilim, elm adamının sözünə görə deyir ki, burada 12 Mehdi ifadəsi təhrif olunub, sadəcə 12 imam olmalıdır. Onda artıq bu vəsiyyət özü şübhə altına düşdü.
Bu peyğəmbərin zəlalətdən qoruyar məsələsi şübhə altına düşdü. O zaman deməliyik ki, peyğəmbər heç orada zəlalətdən qoruyar ifadəsini işlətməyib və biz ona dəlil gətirməliyik ki, əvvəl ki, peyğəmbər ümumiyyətlə belə bir hadisə olmayıb, bunu da inkar etmək mümkün deyil, çünki yetəri qədər əlimizdə hədis var ki, belə deyək də, peyğəmbərə sayaqlayır demək məsələsi. Gözəl qardaşım, Əslində, bəli. sizə deyil. Vaxt bitmədi, çox getdi, yaman. Necə Dən qardaşım? vaxta diqqət edin, çox gedir vaxt əzizim. Yoxsa başını buraxmışıq vaxtdan. Yox, vaxt belə deyək konseptindən çıxdıq, çünki qarşılıqlı Hə, dialoq Tural- şəklində gedir. Olsun, qarşılıqlı dialoq olsun, bir nəfərlə olsun, amma elə ki, bir sualı verirsiniz, çox üstündə dayanmayın. Mən zaten deyən kimi mən başa düşürəm sizi. Əziz qardaş, suallarıma cavab Bir dənə zəhmət olmasa bu zəlalətdən qoruma məsələsi ən əsas məsələ burada ilişmişik. O mətndir, vəfat məsələləri. Bunlara o qədər geniş danışılacaq mövzular deyil, mətnin özü. Mətnin özdə siz sondan başlayırsınız. Mövzunun ilə mətnin əvvəlindən giriş eləmək lazımdır. Oralara da girərik. Sadəcə birinci bir vəsiyyət hədisinin özünü bir ortaya çıxardaq ki, bunun haqq olub olmaması barəsində, təhrifə yol verilməməsi barəsində. aydındır. Bax qardaşım, Bunu aydınlaşdıraq. O məsələ barəsində bu gün vaxtımız çatmaz, inşallah növbətdə danışarıq. yəqin ki, vaxt çatmayacaq, bəli. Bax qardaşım, deyirsən peyğəmbərin sözü ki var, bunu qeyd edirəm ki, yazdırıram ki, zəlalətə uğramayasınız. Onda əgər belə bir iddia eləsək ki, peyğəmbərin yazdırdığı aydın məsələdir ki, orijinalı imamların əlindədir həmin o vəsiyyətnamə. Nəinki üstünə yazılıb bir dərininmi deyim, sümüyünmü deyim. Onun üzərində yazılan təhrif olunmayıb. Kim iddia elədi ki, o təhrif olunub? Bəli, peyğəmbərin yazdırdığı həmin vəsiyyət hədisi imamlarımızın əlindədir. Heç kim də iddia eləmir ki, orada nəsə təhrif olub. Aydındır əzizim, bizim iddiamız Şeyx Tusi ağanın kitabında olan hədisdən gedir. Bizim mövzumuz budur. Nəinki həmin o hədisin özü bəli təhrif olunmayıb. İndi bir dənə sual ortaya çıxır. Mən sizin məntiqinizə bir qarşılıq verim. Eyni elə həmin məntiqlə. Allah Mütəal Quranda dəfələrlə buyurur ki, bu kitab sizi zəlalətdən qorunmaq üçün nazil olub. Bu kitab sizə hidayət göstərəndir. Bu kitab sizə hər şeyi bəyan eləyəndir. Filandır, besməkandır. Necə olur ki, Allahın sözü, kəlamı, Quranı Səsin gəlmədi. Hələ zəhmət olsun. necə olur ki, peyğəmbərin sözü, Aha, buyur. peyğəmbərin sözü söhbət yazdırdığından orijinaldan getmir. Ha, söhbət Qeybət-i Tusidə gələn hədisdən, mətndən gedir. O müqəddəsdir, o təhrif oluna bilməz. Qeybət-i Tusi kitabı müqəddəsdir, həmin hədis müqəddəsdir. Mümkün deyil o dəyişsin. Bəs necə olur ki, siz iddia edirsiniz ki, Allahın kəlamı, sözləri təhrif olunub? Deməli, peyğəmbərin bu hədisi söhbət Qeybət-i Tusidə gedən 111-dən gedir. Ha, nəinki peyğəmbərin yazdırdığı. O orijinal imamların əlindədir. Bu 111-ci hədis belə müqəddəs oldu Qurandan, Allahın kəlamından ki, bu təhrif ola bilməz, amma o təhrif ola bilər. Bu yanaşma çox səhv yanaşmadır. Bu Qeybət-i Tusidə gələn bir hədisdir ki, biz buradan danışırıq. Nəinki peyğəmbərin yazdırdığı həmin o dəri. Biz dəridən danışmırıq və heç kim də iddia eləmir ki, həmin dəridə təhrif baş verib. O dəri orijinaldır. 12 imamın adı qeyd olunub. Necə ki, əleyhissalam Qeybət-i Numanidə 4-cü babda buyurduğu kimi ki, orada 12 nəfər qeyd olundu. Bəli, bu cürdür əzizim. Təhrif olunmayıb hədis imamların əlindədir orijinalı. Qeybət-i Tusi də sağ olsun hədisi gətirib, amma fasiqlərdən gətirdiyinə görə orada əlavələr də var ki, biz onu digər hədislərə əsasən qəbul eləmirik. Gələk çıxaq Qədirxum məsələsinə. Sən iddia elədin ki, sən özündən danışırsan. Əziz qardaş, mən özümdən heç nə danışmıram. Zəhmət olmasa mənbələrini deyəcəm. Siz də həmin mənbələrə baxarsınız. Əvvəl mən şeyi oxuyum, sonra mənbəsini deyim. Qədirxum hədisi həm Biharul Ənvarda gəlir, cildini də deyəcəm sizə. Həm Əllamə Əmininin Əl-Qədir kitabında gəlir, həm Ağa Hür Amilinin Misbah Huda kitabında gəlir. Qədirxum hədisi kamil şəkildə. Aydındır. Fəqət o ibarə yox ki, Əleyhissalamın əlini qaldırır filan besməkan. Orada vəsilərini bir-bir sayır, təyin edir. 12-ci mamada gəlir çatır. 12-ci mamada gəlir çatır.
Ələ peyğəmbər buyurur. Həmin bu ibarəni oxuyuram Qədirxum hədisindən. Ələ innəhul baqi hüccətən və la hüccətə bə'dəhu. Ağa buyurur ki, agah olun, baqi olan, qalıcı olan hüccət budur. Söhbət İmam Zaman ağadan gedir. Və la hüccətə bə'dəhu və ondan sonra heç bir hüccət gəlməyəcək. Bunu yadınızda saxlayın. Mənbələrini də indi sizin üçün qeyd edirəm. Bir dəqiqə. Mənbələri deməli, Əllamə Əmini Əl-Qədir kitabında 1-ci cildində, Şeyx Abdullah Bəhrani Əvalimul Ulumda Əslində qardaş Əllamə Əminidən olan Zəhmətun səhifəsindədir. Səhifəni sən belə bilməyəcək qardaşım. Yəni tərcüməyə baxacaqsan da yəqin ki. Bəli. Baxaq. Şeyx Abdullah Bəhrani Əvalimul Ulum cild 3 səhifə 15, Əllamə Məclisi Biharul Ənvar cild 37 səhifə 181-182. Söhbət orijinal Biharul Ənvardan gedir. Mən indi bilmirəm siz ara müraciət edəcəksiniz. Xülasə 37-ci cilddədir həmin hədis. Hür Amili İsbatul Huda cild 2 deməli 200 var kifayət elədi qardaş. Cild 37 səhifə 181-182. Bəli, Seyyid İbn Tavus həmçinin Əl-İxtisas kitabında və s. Yəni bu mənbə çox yerlərdə qeyd olunub. Zəhmət olmasa müraciət edib baxarsınız və bu ibarəyə də baxın. Diqqət edin ibarə. Səhifə neçə oldu? 181 dediniz. Harda əzizim? Hansı kitabda? Biharda. Biharul Ənvar cild 37 səhifə 181-182. Orijinal ərəbindən söhbət gedir. Okay. Hədisdə ağa Rəsulullah 12 imamı qeyd edir, mənim vəsilərim. Çox burada nöqtələr var, yəni bizim dərdimizə dəyəcək. Çünki orada dəfələrlə qeyd edir xəlifələrin vəsilərim. Və gəlir çatır İmam Zaman ağanı orada tərif eləyir, onun şəninə gözəl sözlər deyir və buyurur ki, Ələ innəhul baqi hüccətə və la hüccətə bə'dəhu. Ondan sonra heç bir hüccət olmayacaq. Bizim belə hədislərimiz ilə maşallah çoxdur. Yəni tək bu hədisə tutulmağa da ehtiyac yoxdur. Mən Qeybət-i Numanidən Şeyx Səduqdan 30 dənə hədis qeyd eləmişəm bu barədə ki, peyğəmbər buyurur, məndən sonra xəlifələrim 12 nəfərdir. Ona görə qardaşım özümüzdən danışmırıq. Yəni mənbələrini də dedim, Qədirxum hədisini kamil şəkildə oxuyun, həmin ibarələri tapacaqsınız. İndi prosta biz mövzudan çıxmıyıq. Mövzudan çıxmayaq. Sözümün canı budur ki, qardaşım, peyğəmbərin hədisi Nə işitsəm, prosta ola bilər məndə olan kitabla fərq cəhətinə deyirəm. Bihardakı hədisin nömrəsi yoxdur, əlindəki nömrə ilə daha rad olur. Nəinki səhifə. Yəni cild məsəl üçün 180 neçə baxıram, hədis çıxmır, ola bilər indi 5-6 səhifə o yan bu yana baxarsınız. Qədirxum hədisi Biharul Ənvarda. Nömrəsi yoxdur əlimizdə, Bihardakını deyirəm. Var, yəni onu da desəz daha rad olsun mənim üçün. Yox qardaşım, yox. 37-ci cild yoxdur. 52-53 var, 37 yoxumdur. Qardaş, deyirəm, bu əsas mövzudan çıxmayaq kənara, onlara baxarıq. İndi o hədisin, Qədirxumla bağlı da hədisə indi baxarıq, problem deyil. Bizim əsas mövzumuz var, yenə gəldik, eyni yerə ilişib qalırıq. Bu, siz misal gətirirsiniz ki, Quranın təhrif olunmağına etiqad edirsiniz, necə olur ki, əslində mövzu yenə dəyişir, qardaş, bax, yenə biz vəsiyyətdən, əsas mövzudan çıxırıq. Mən sizin məntiqinizlə sadəcə sizə irad bildirdim də ki, yəni Peyğəmbərin hədisi Qeybət-i Numanidən olan hədisi müqəddəsdir, amma Quran müqəddəs deyil. Yəni o təhrif ola bilər, bu təhrif ola bilməz. Bu düzgün yanaşma deyil axı. Məsələ budur ki, Quranın bayaq özünüz dediniz, Samit Quran, danışan Quran, natiqi Quran. Yəni burada məsələ budur ki, məsumlar natiqi Quran idi. Düzdürmü? Aramızda olan hüccətlər idi. Hansı ki, onlar Quran, biz onsuz da Quran əgər gəlin bir dənə bu baxışa keçsək, biz Quran ayələrinə hansı formada baxırıq? Deyirik ki, Quranda möhkəm ayələr var, mütəşabih ayələr var. Biz onsuz da öz əqlimizlə hansı ayənin möhkəm və ya mütəşabih olmağını ayıra bilmərik. Yenə gedirik, məsuma istinad edirik. Hansı ki, onun barəsində, həmin ayələr barəsində məsumların verdiyi təfsirlərə baxırıq. Ki, məsum bunun barəsində nə verir? Yenə də hər bir halda biz Samit Qurandan keçirik yenə Natiq Qurana. Hansı ki, buna hüccət izah verməlidir.
ayə təfsir verir. Tural qardaşım. Bəli. Üzr istəyirəm. Mən onu Natiq-i Quran və Samit-i Quran demədim. Mən dedim ki, bir dövrdə 2 dənə imam yaşayır. Biri Samitdir. Hədisimiz var da. Ağadan soruşurlar İmam Sadiq ağadan ki, eyni vaxtda 2 imam ola bilər, 2 dənə höccət ola bilər. Ağa deyir ola bilməz. Olsa da biri Samit olar, biri də fəaliyyətdə olar. İmam Sadiq ağa. Eyni ilə Qurana da var, qəz Bəli. qardaşım. Lap mən sənin sözünə əlavə kimi deyim. Bəli. O eyni yanaşma eyni ilə Qurana da o formadadır. Qurana yanaşma da o formadadır. Çünki Quranın özünün bayaq dediyim kimi də ayələrinə baxışımız yenə məsumların təfsiri ilə olur. Biz özümüz öz başımızdan ayıra bilmirik ki, hansı ayə möhkəmdir və ya mütəşabihdir. Mütəşabih olan ayənin mənası nədir? Bunları yenə gedirik məsuma baxırıq. Bizdə məsələmiz nədir? Hədisin bu hansı ki, vəsiyyət hədisinin təhrif olunma ehtimalı o zaman olardı ki, buna zidd bir hədis olardı və ya hədisin mətnində hədisin əvvəlində keçən Zid hədis gətirdim də. Qoruyan ifadəsi işləm buyurur. Tural, zid hədislər dedin. Mən də zid hədislərin birini ələ oxudum. 30 dənə hədisdən cəmi birini oxudum. O bayaq oxuduğun hədis zid hədis deyil axı. Zid hədisdir. Necəni? Burada buyurur ki, ondan sonra höccət olmayacaq. Bax, üzr istəyirəm. Necə ki, 12 imamdan sonra belə deyək, digər hədis 12 imam barəsində hədislərdə, digər hədislərdə danışılır və vəsiyyət hədisində də vurğulanır. Eyni ilə 12 Mehdi barəsində vəsiyyətdə vurğulanır və digər hədislərdə də onun barəsində məlumat verir. Bunlar bir-birinə zidd olmuş olmur. Neçə dənə hədisdə? 12 imam barəsində olan digər hədislər vəsiyyət hədisini gücləndirən hədislərdir. Eyni qaydada biz yanaşmanı edirik. 12 Mehdi barəsində olan digər hədislər də vəsiyyətdə keçən 12 Mehdini təsdiqləyən hədislər. Yəni onu dəstəkləyən hədislər. Diqqət elə bax. Burada arada nəsə deyirsə eşitmədim. Hamı şuurlu insanlardır da, hamımız şuurlu insanlarıq, diqqət eləyək. Bax siz deyirsiniz ki, 12 imamdan sonra 12 dənə Məhdi gələcək. O 12 dənə Məhdi kimdir? Hansı statusları var? Onlar Allahın xəlifələridir. Peyğəmbərin vəsiləridir və Allahın höccətləridir. Onların statusu bundan ibarətdir də, düzdür? Vəsiyyət hədisinə əsasən, əgər biz o təhrif olunmuş hissəni də qəbul etsək, o cürlə məlum olur ki, bu 12 imamdan sonra 12 dənə Məhdi gələcək ki, onların da statusu xəlifəlikdir, höccətdir və Peyğəmbərin vəsiləridir. Mən də onun ziddinə hədislər, mütəvatir hədislər tapdığıma görə və birini də sizin üçün oxudum ki, ondan sonra heç bir höccət gəlməyəcək və bunun misalında digər çox hədislərdə buyurur ki, zəhmət olmasa o hədisi oxu, qardaş, o hədisi gətir. Hansı hədislər ki, ondan sonra heç bir höccət olmayacaq? Qədəxun Biharlənvardan dediyin hədisi. Çoxdur, əzizim, çoxdur. Məsələn, birini oxuyum sizin üçün. Yox, bax, İsbatul Huda. Burada ortaya çıxır. Bax, 12 imamdan sonra heç kim olmayacaq höccət. Buna mütləq dəlil lazımdır. İndi qulaq as. Əgər bayaqdan danışdığımız mövzulardansa, ən əsas mövzu budur. Yəni bunun üstünə keçmək olmaz. Əgər dəlil deyirsinizsə, bu dəlil olmuş olur. Yaxşı, bax, dəlil budur. İmam Həsən Əskəri əleyhissalam. 11-ci imamımız. Qiyamətə qədər ifadələri ilə olan hədisləri biz oxumaz zəhmət olmasa. Oxumuyun. Özün də bilirsən. Yox, xeyr. Çünki qiyamətə qədər olan hədislərdə özün də bilirsən ki, bilmirəm nə qədər məlumatlısan, qiyamətin 2 növü var. İmam Zaman əleyhissalamın gəliş dövrünə də, qaimin dövrünə də qiyamət deyilir və ümumilikdə 2 qiyamətdən söhbət edir. Elə hədislərin özündə də. Onunla bağlı hədisdirsə bunu bilirik. Digər başqa bir hədisin varsa onu buyursun. Əzizim, sən mənə onu isbat eləyə bilmərsən hədislə ki, Peyğəmbərin qiyamətdən deməkdə məqsədi qiyamət sözündən söhbət gedir ha. Saat yox, filan yox, dəqiqə yox, qiyamət sözü ilə hədis gətirə bilmərsən ki, o İmam Zaman ağaya dəlalət eləsin. Amma indi qulaq as mənə. İmam Həsən Əskəri ağadan hədis deyirəm sizə. Misbahul Huda 3-cü cild 569. Ağa buyurur ki, deməli bir nəfər Muhammed ibn Abdullah Cəbbar rəvayət edir ki, ağamın xidmətinə çatdım, yəni İmam Həsən Əskəri ağanın. Ona buyurdum, Yəbnə Rəsulullah, mən tərcümə eləyirəm, yəni baxıram, başqa dilə tərcümə eləyirəm, zehnimdə danışıram, siz ola bilər indi biraz nöqsana yol verim. Dedi ki, Peyğəmbərin Rəsulullahın övladı, sənə fəda olum. İstəyirəm biləm ki, sizdən sonra Allahın höccəti bəndələri üzərində höccəti kimdir?
Ağa buyurdu: "Məndən sonra oğlum imam və Allahın höccətidir. O kəs ki, peyğəmbərlə eyni addadır və eyni künyədədir. Və o axırıncı höccət və o Allahın axırıncı höccəti və xəlifəsidir." İsbatul Huda Hur amili 3-cü cild 569. Baxın, yəni bu cür hədislərimiz bizim çoxdur ki, Bu ondan sonra höccət olmamasına bağlı dəlil deyil. Bu bir. dəlil deyil bu. Bu axırıncı höccət və xəlifədir. Dəlil deyil bu söz. Bax, üzr istəyirəm, belə bir şey. Bayaq dedin ki, sən elə bir dəlil, hədis gətirə bilməzsiniz ki, qiyamət qaimin dövrüdür. Yəni siz heç belə bir hədis yoxdur da. İmam Zaman ağanın zuhuruna dəlalət edən qiyamət sözü mən Bəli. belə bir şey Yox, görmürəm. ümumiyyətlə, hədisdə var ki, qiyamət qaimin dövrüdür. Əgər qiyamətlə bağlı hədis gələcəksə, biz ona diqqət eləməliyik ki, hansı hədislər qaimin dövrünə işarə verir və yaxud da ümumi olaraq belə deyək də böyük qiyamətdən danışılır. Amma siz deyirsiniz ki, yəni konkret ola bilməz də, yəni qaimin dövrünə aid qiyamət sözü ola bilməz, düzdür? Mən iddia edirəm ki, peyğəmbər bir söz desin ki, qiyamətdə belə olacaq. Məqsəd amma İmam Zamanın zuhuru olsun. Belə bir hədis yoxdur. Mən bunu iddia edirəm. Bir dənə üzr istəyirəm. Bax, mən hədis var əlimdə ki, yəni anlaşılmaq üçün də onsuz da üsul tutmaq üçün demirəm. Qiyamət qaimin dövrüdür məzmunu ilə. Hədis var əlimdə. Bunu qəbul edirsən? Yəni buna uyğun bir hədislər görürsən yoxsa yox? Qiyamət günü İmam Zaman ağanın qiyamından sonra ilahi hakimiyyət Qurandan sonra baş verəcək, bəli. Başa düşmədim, cavab başa düşmədim. Qiyamət günü, qardaşım, qiyamət ki baş verəcək, insanlar haqq hesaba doğru gedəcəklər. Qiyamət günü İmam Zaman ağanın ilahi hakimiyyəti Qurandan bir neçə illər, bir müddətlər sonra baş verəcək. Yəni qaimin dövrü deyil də deyirsiniz, düzdür? Qiyamət günü. Əziz qardaşım, günü bax, hədislər deyildiyi kimi, qiyaməti yenə deyirəm. Qaimin dövrünə qiyam ifadəsi, qiyam ifadəsi bir qaimin dövrünü işarə edən hədislər də var. Sən deyən kimi qaimdən sonraki dövrə də işarə edənlər var. Hansı ki, böyük qiyamətdən danışılır. Əzizim, hədis açıq aydın deyir ki, bu Allahın sonuncu xəlifəsi və sonuncu höccətidir. Burada başqa söz demir axı, istəyir qiyamət olsun, istəyir rəcət olsun. Burada deyir ki, bu Allahın sonuncu xəlifəsi və sonuncu höccətidir. Bunun üzərində nəyin bəhsini aparırıq ki biz əzizim? Sən deyən ki, mən bu hədisi qəbul eləmirəm. Bu cür nədən mən də rahat olum? Yox, orada qəbul eləmirəm deyil. Biz hədislərə ötəri laqeyd yanaşmırıq. Hansı ki, vəsiyyət hədisinə necə ki yanaşılır laqeyd. Aha. Qiyamət, siz dediyiniz hədisi bir dənə zəhmət olmasa, bir dənə təkrar deyin. Mən deyirəm ki, o hədisdə qiyamətə qədər deyil ifadəsi var. Çünki o hədislərdə yetəri qədər əlimizdə var. Hansı ki, siz deyən kimi, ondan sonra höccət olmayacaq barəsində bir neçə hədis var. Amma hər birində qiyamətin dövrü, qiyamətə qədər deyil ifadəsi. Yaxşı, birində deyir ki, Kövsər... Bu ki, artıq belə deyək də, biz elə söz kimi ki, danışırıq. Bir də Tural, düz istəyirəm. Qardaşım bayaq dediyi o Qədirxum mövzusunda həmən hədisi açığı mən tapa bilmədim bir harda zadda. Onun mümkün olsa... Qardaş, Qədirxum hədisi uzun bir hədisdir, çox da məşhur bir hədisdir. İnşallah araşdırma edin, taparsınız Allah'ın izniyle. Bir dənə yerdə buyurur ki, müdaxilə eləmədə əzizim, başqa dönərəm. Eləmirəm, qardaşım, bir dənə söz deyirəm, sonra davam eləyin də. Qardaş, 10 dəqiqə heç danış, 10 dəqiqə deyək, 1-2 dəqiqə danışacağım, sonra davam eləyin, o nöqtələr aydın olsun deyə. Birincisi, qardaşım, o deyirsinizsə, araşdırın, biz araşdırmırıq. Siz əgər burada bəhs eləyirik də... Mən yerini dedim də, ünvanı dedim də, Nizam. Ünvanı yerini dedim mən. Zəhmət olmasa bizə deyil, hədis kimi deyin ki, siz dediyiniz ünvanda tapmadıq biz hədisi. Hədisin özünü oxudum da, Qədirxum hədisini deyirsənsə oxudum da. Qardaş, dediyiniz mənbədə mən tapmadım və haqlı olaraq bu müzakirənin qaydası var ki, haqlı olaraq əgər mən tapmamışamsa, siz deyirsiniz var, mən də deyirəm yoxdur. Bildiniz necə? İddia edirsiniz ki, yoxdur. Yox, sizin dediyiniz mənbədə mən tapa bilmirəm həmən hədisi. İndi sizdən xahiş edirəm ki, bu hədisi ərəb mətni ilə göndərin, anar qardaş, rəsmi arabla.
Mən o hədisə baxım özüm şəxsən. Başqa bir şey istəmirəm. Ərəb mətnini başda. Məndə var Güzel. ərəb mətni. Başınız var olsun. Tamam. Bax qardaşım, Zəhmət olmasa bir deyirsən dənə ki, onu deyim. Tural. İkinci nöqtə. Qardaş, qiyamətlə bağlı söz dediniz. Dediniz ki, qiyamət imamın o qiyamınla bağlı hədis yoxdur. O hədis yaxşı biz gətirsək nə olacaq? Bir sual budur. İkinci deyirsiniz ki, imam zamandan başqa höccət olmayacaq. Siz özünüz rəzət anlayışını qəbul edirsiniz. İndi rəzət reinkarnasiyalar torpaq olar, hər nə olar olsun. Həmin o rəzət hadisəsində ki, ilk İmam Hüseyn gələcək, höccət olmayacaq sizə görə. Çünki deyirsiniz ki, hədisdə var ki, imam zamandan sonra höccət olmayacaq. Əgər imam zamandan sonra höccət olmayacaqsa, rəzətdə gələn imamlar nə olacaq? Bir də bu sualım budur. Buyurun, Söhbət davam yeni edin. höccətdən gedir. Burada yeni höccətdən gedir. Bu İmam Zaman ağa, İmam Zaman ağa yer üzünə gələn sonuncu qardaşım, bir höccətdir. dənə qulaq as. İndi kimsə rəzət eləyəcəksə, Qardaşım, onun bura heç bir adəti Rəzət yer yoxdur. üzündə olacaq. Qardaş, rəzət yer üzündə olacaq. Rəzət bəli yer üzündə Siz olacaq. hədisdə deyirsiniz ki, bax siz hədisdə deyirsiniz, hədisə şərh verməyək. Siz hədisdə deyirsiniz ki, yeni, nə bilim, fərqli belə bir söz demirsiniz. Hələ sizin hədisi oxumamışam amma mən qulaq asdığımla deyirəm. Siz hədisdə deyirsiniz ki, imam zamandan sonra höccət olmayacaq, başqa höccət olmayacaq. Bəli. Deməli sizin dediyiniz məntiqə görə imam zaman sonuncu höccətdir. Bizdə deyirik ki, yaxşı, sizin anlayışınıza görə rəzət hadisəsi olacaq və o yer üzündə olacaq. Yer üzündə rəzət hadisəsində qayıdan ilk İmam Hüseyn olacaq. İmam Hüseyn höccət olmayacaq. Sizin dediyiniz məntiqlə gərək höccət olmasın. İmam Hüseyn Çünki ağa. əgər desəz İmam Hüseyn höccət olacaqsa, onda gətirdiyiniz hədisi öz inancınız qəbul eləmir. Başa Əzizim, düşdünüz nə demək Mən istəyirəm? fikri başa düşürəm. Yəni təkrar eləmək Tural, ehtiyac sən də yoxdur. fikri başa düşdünsə, mən istəmirəm danışım. Bəli. Sadəcə fikri ötürdüm. Bəli. Buyurun, davam edin. Aydın məsələdir ki, hamı da şuurlu insanda, hamı da çox gözəl başa düşür ki, söhbət sonuncu peyğəmbərin vəsisindən, sonuncu xəlifəsindən və sonuncu höccətindən gedir ki, ondan sonra heç bir yeni höccət, vəsi, xəlifə olmayacaq. Söhbət bundan gedir. İmam Hüseyn ağa ki, zaten Allahın xəlifəsidir, peyğəmbərin də vəsisidir ki, zaten yer üzündə də yaşayıb da. Onun yenidən gəlməyi, yeni bir höccətin gəlməyi deyil. O elə sabiq höccətin gəlməyidir. İndi qardaş deyir ki, bütün hədislərdə 12 dənə vəsi qiyamətə qədər gələcək buyurulub. Amma mən bir dənə hədis sizin üçün oxuyuram ki, orada qiyamət sözü istifadə eləmir. Deyir ki, onlar ta mənim Kövsər hovuzuma gəlib çatana qədər bu qədər olacaqlar. Hədisə baxın, Şeyx Nomani 4-cü bab 10-cu hədis. Həmin bu ibarəni oxuram, uzun bir hədisdir. Həmin bu ibarəni oxuyuram ki, Ya Nəbiyyəllah və mənhum, deyir onlar sual eləyir sahabə ki, Həqiqətini bir dəfə zəhmət olunsun. Şeyx Nomani Şeyx Nomani 4-cü bab 10-cu hədis. Sahabə buyurur ki, o peyğəmbərimiz ki, bir dənə üzr istəyirəm. Peyğəmbərimiz ki buyurur ki, ey iman gətirənlər, Allaha, peyğəmbərə və özünüzdən olan əmir sahiblərinə itaat eləyin. Sahabə soruşur ki, ey Allahın peyğəmbərləri, ya Nəbiyyəllah və mənhum, onlar kimdir? İtaəti vacib olan kəslər ki, onların adları Allahla, peyğəmbərlə yanaşı gəlib ha. Onlar kimdir? Ağa Rəsulullah buyurur, qalə əl-əvsiyəi ilə əyyəridu alə hovzi. Onlar Kövsər hovuzuna qədər gələcək mənim vəsilərimdir. Kimdir o vəsilər? Hədisin digər bir yerində də, yəni hədis çox uzundur, mən hamısını oxumuram. Gəlir bu yerə çatır ki, dedim, ey Allahın Rəsulu, onların adlarını mənə dinən. Bu oğlum, peyğəmbər buyurur, bu oğlum bunu deyib əlini Həsənin başına qoydu. Sonra bu oğlum əlini Hüseynin başına qoydu. Ondan sonra Hüseynin oğludur ki, adı sənin adınla eynidir, ey Əli. İmam Səccad ağa nəzərdə tutulur. Ondan sonra Əlinin oğlu Muhammeddir. Sonra Hüseynə tərəf dönüb dedi, Əlinin oğlu Muhammed əleyhissalam, sən həyatda olan zaman dünyaya gələcək. Elə isə məndən ona salam deyərsən. Ondan sonra isə digərlərinin adlarını saydı, dünyaya gələcəklərin adlarını saydı və sayıları 12-də tamamlanacaq. Peyğəmbərimiz buyurur ki, 12-də tamamlanacaq. Nə 12-də tamamlanacaq? Kövsər hovuzuna
gəlib çatana qədər mənim vəsilərim. Neçə nəfər oldu? 12 nəfər oldu. Burada söhbət artıq qiyamətdən getmir. Söhbət elə qiyamət baş verəndən sonraki hadisədir, Kövsər hadisəsi. Yəni sözümün canı bu idi ki, bütün hədislərdə qiyamət sözü istifadə olunmuyor. Bəli, bəzi hədislərdə buyurulub ki, qiyamətə qədər 12 vəsim olacaq, xəlifəm olacaq. Bəzilərində də buyurulur ki, Kövsər özünə gəlib mənə çatana qədər 12 vəsim olacaq. Və belə hədislərimiz bizim çoxdur, əziz qardaşlar. Bundan sonra olmayacaq deyilmir axı, əziz qardaş. Oxuyursan hədisi, ona bir diqqət eləyək. 12 imam barəsində biz yəni belə bir İmam demirəm mən, vəsi deyirəm əzizim, vəsi. Mən imam sözü işlətmədim. Peyğəmbərimiz də vəsi sözü işlətmədi axı burada. Qulaq as qardaş, deyirəm ki, yəni biz 12 vəsini imamı inkar eləmirik, sən bunu bizə dəlil gətirirsən. Bundan sonra olmayacağın, ondan sonra olmayacağının dəlili hansı dəlil oldu? Dəlili budur əzizim. Son sözümdür əziz qardaşlar, imsak vaxtıdır. Bir-iki dənə işlərim var, onları eləməliyəm. Son sözümü deyirəm, siz də deyin, sağollaşaq, saxlayaq məclisi sabaha və yaxud da ki, vaxt təyin edin o vaxta. Dəlilim budur əzizim. Vəsiyyət hədisində ki, buyurur ki, yusallimhə, təslim elə onu, yəni xilafəti, vəsiliyi təslim elə kimə? Birinci Məhdiyə, yəni 12 imamdan sonra gələn birinci Məhdiyə, düzdür? Burada söhbət xilafət və vəsiyyətdən gedir. Amma bunun ziddinə olaraq Peyğəmbərimiz buyurur ki, Əl-əvsiyyə ilə əyyəridu, ta ələ hovzə, Kövsərə çatana qədər 12 nəfər vəsim olacaq. 12 nəfər vəsim olacaq. Amma vəsiyyət hədisində 24 dənə vəsi biz görürük. Və beləncə ziddi hədislər, mütəvatir, səhih hədislər əlimizdə çoxdur ki, bununla uyğun gəlmir. Ona görə biz vəsiyyət hədisinin həmin hissəsini təhrif olunmuş hesab edirik. Siz də bunu and da iç söz belə isbat eləyə bilmərsiniz ki, həmin yazılar axırı, yəni Peyğəmbər əleyhissalamı imla edib yazdırıb. Son sözünüzü deyin qardaşım, sağollaşaq, vaxtı təyin edin, təzədən görüşək inşallah. İnşallah təyin eləyərik. Qardaş, isbat eləyə bilməzsiniz deyirsiniz. Siz birinci Peyğəmbərin bunu deməliydiniz ki, növbəti şeydə danışarıq tam təfərrüatla. Bunu isbat eləməlisiniz ki, 12 bu dediyimiz hədislərin heç biri 12 Mehdiyə zid hədis deyil. 12 imamı, 12 vəsini təsdiqləyən, 12 imamı təsdiqləyən hədislərdir. Bu axırıncı dediyimiz hədisdə də ondan sonra heç kim olmayacaq, 12 Mehdi olmayacaq anlayışı yoxdur bu hədislərdə. Yəni elə bir məna çıxmadı. Bu bunun bir tərəfi. İkinci tərəfi, vəsiyyət hədisində olan zəlalətdən qorunma məsələsi onun vəsiyyət hədisinin dəlilidir. Onun təhrifə məruz qala bilməyəcəyinin isbatıdır. Çünki əgər bir ifadəni Peyğəmbər ki işlədib ki, məndən sonra zəlalətə düşməyəsiniz deyə bir şey yazımsızsa, bu yazdığı şey bugün bizə təhrif olunmuş formada gəlib çıxırsa, demək ki, Peyğəmbərin zəlalətdən qoruyacaq dediyi məsələ yəni yalandır. Və ya deməlisiniz ki, hədisin elə o hissəsi təhrif olunub. O hissəsi təhrif olunub ki, Peyğəmbər zəlalətdən qoruyacaq ifadəsi işlətməyib. Əgər yox, Peyğəmbər işlədibsə ki, məndən sonra azğınlığa düşməyəsiniz, zəlalətdən qoruyur bu, onda mütləq gərək ki, bu əzizim, bu məntiqə görə, əgər elədirsə, əzizim, Ömərin dediyindən eyni anlayış olmuş olur ki, Ömər də deyir ki, Peyğəmbər sayaqlayır, onda belə çıxır ki, elə Peyğəmbər nəuzubillah sayaqlayıb ki, orada zəlalətdən qoruyacaq deyib, ancaq bu günlərim gəlib çatıb əlimizə təhrif olunmuş formada. Demək ki, o Peyğəmbərin, Ömərin baxdığı baxış tərzi ki, mən məsələ Ömər xisletindən getmir, o baxış tərzindən. O baxış tərzi elə burada da qoyulur ortaya ki, həqiqətən də Peyğəmbər orada sayaqlayıb, zəlalətdən qoruyacaq ifadəsi işlətməməlidir bu hədis haqqında. Çünki bizim əlimizə tərif olunmuş formada çatır. Əzizim, qulaq as mənə, başa düşdüm fikridir, qulaq as mənə. Əgər o cür məntiqlə yanaşsaq, laf bu vəsiyyət hədisi deyək ki, ümumiyyətlə olmayıb. Qədirxumda Həzrət Əli əleyhissalamı... Sən onu eləmədin, onunla razıyam. Elə deyilsəydi... Qulaq as mənə. Bir dənə qulaq as, fikrimi tamamlayayım. Tutaq ki, biz deyək ki, bu elə bir hədis ümumiyyətlə yoxdur.
Həzrət Peyğəmbərimiz Allahın əmri ilə Qədirxumda Həzrət Əli əleyhissalamı təyin edir və 12 dənə vəsisinin də adını orada açıqlayır. Bəyəm o bəyəm hadisə insanların zəlalətə düşməyinin qabağını aldı ki, yəni bu məntiq səhv məntiqdir. Peyğəmbər vəsiyyət yazsa da, yazmasa da, Qədirxum var, başqa hadisələr var. Yenə də insanlar zəlalətə uğrayır və uğradılar da. Bu tarixdir. Bunu heç kim danmır. Orada bir üzr istəyirəm. Mən o vəsiyyət hədisi özü qoruyacaqdan söhbət getmir ha burada. Biraz bir-birimizi tamamlayaq. Burada ondan yapışsazdan söhbət gedir. Ki, o dediyim məsələ ki, Qədirxumda da Əli əleyhissalamdan yapışsaydı bu ümmət azınlığa düçar olmazdı. Düzdür? Bu fikrinə razıyıq. 12 imamın haqqaniyyətini bilsəydilər, höccət olduğunu qəbul eləsəydilər, ona itaətdə qüsur eləməsəydilər, onsuz azınlıqdan qurtulacaqlar. Burada da vəsiyyət hədisində də mən ifadə ola bilər başqa cür çıxarsana, mənim demək istədiyim budur ki, bu vəsiyyət bundan yapışmaqdan məsələ gedir ki, əgər bundan yapışsa zəlalətə düşməzsiniz, ancaq biz bugün görürük ki, hədis bu məntiqlə, hədis bizə tərif olunmuş formada gəlir və bu günlərim biz ondan yapırsa azğınlığa düşəcək. Əksinə, Peyğəmbərin dediyi məsələnin əksi olur. Xeyr, biz azğınlığa düşməmişik, 12 imamın ətəyindən yapışmışıq, İmam Zaman ağanın ətəyindən yapışmışıq, Peyğəmbərin vəsiyyətinə əməl edirik, əzizim. Biz azğınlığa filana düşməmişik. Hədisin axırını siz qəbul edirsiniz, biz qəbul eləmirik. Bu, kim iddia elə bilər ki, siz azğınlığa düçar olmuşsunuz. Biz Peyğəmbərin vəsiyyətinə əməl edirik, həm Qədirxumdakı vəsiyyətinə, həm vəfat gecəsindəki hədisinə əməl edirik biz. Xülasə əzim, da vaxt bitdi. Allahın izni ilə nə vaxtımız var ki, biz bəhsimizə davam edək. Danışarıq əvvəlcədən. Yəqin ki, növbəti şənbəyə olar. Növbəti şənbəyə. Olsun, yaxşı. Gələn dəfə elə hədisin ətrafında və mətnindən danışarıq inşallah. Bir zəhmət olmasa, mümkün olsa ki, bayaq dediyim Bihar Mənvardan olan hədisi. Bəli, qardaş, səndən xahişim, o Qədirxumda 12 imamın indi bir daha da vurğu elədiniz ki, 12 imamın vəsinin adını zikr edir deyəndə. Bir dənə xahiş eləsəm, onu mən yenə dedim, bayaqdan axtarıram, Biharda zadı tapa bilmədim. İndi ola bilər. Tapıb göndərərəm sizə. Əl-Qədir kitabında da var o hədis. Əl-Qədir kitabı var. Qardaş, mən bax, əzizim, iddia eləmirəm, yoxdur. Deyirəm ya, mən tapa bilmədim. Başa düşdüm, mən kömək elərəm sizə. Onun ərəbin, bizim bu canlı sahibi var, Arab Azərbaycan Official. Ora göndərin, şəkil formatında zəhmət olmasa. Biz bir dənə baxaq görək, o mətndə o formada keçir yoxsa yox. Yaxşı, problem yox. Oldu, qardaş. Oldu, şənbə gününü görüşənədək. Allah aman olun. İnşallah şənbə günündə görüşərik. İnşallah. Amma xahiş edirəm, onu bugün göndərərsə zəhmət olmasa. Bugün söz vermirəm. Hə, bugün gün ərzində olar, hə. Sabah olar, yəni 6-cı günə qədər göndərərsən. Bəli. Yaxşı. Oldu, sağ olun. Məni salarsa aşağı zəhmət olmasa, mən çıxamıram. Oldu. Anar qardaşı salarsın aşağı. Allah'ım.